Aktual gündəm efirdədir, xoş gördük sizi. Artıq neçə gündür Zəngəzur dəhlizi məsələsi müzakirə olunur. Bunun təbii səbəbləri var. Bu həm dünya mediasında çıxır, bundan öncəki dövrlərdə də bu barədə vaxtaşırı çıxırdı. Amma son günlər intensivləşib və dünən yayılan məlumat ki, Amerika Birləşmiş Ştatlarına Ermənistanın bir razılaşması var. Bu İspaniya mətbuatı yazdı. Və hətta o yolun adının Tramp körpüsü olacağını dedi. Dərhal Ermənistan bu iddianı təqzib elədi, amma yadımızda ümumiyyətlə Amerika söhbəti çıxanda da Ermənistan bunu təqzib eləmişdi. Cəmsi bir neçə gün sonra Paşinyan bunu təsdiq elədi və baş verən hadisələrin axarında niyə Tramp körpüsü, bax bunu da müzakirə eləyəcəyik. Ümumiyyətlə Amerika nə istəyir Zəngəzur dəhlizindən, niyə ona o qədər lazımdır? Azərbaycanın bu məsələdə mövqeyi aydındır, Azərbaycan prezidenti dedi. Amma hansısa bir dəyişikliklər mümkündür ya mümkün deyil. Bax, bugün olan məlumatımız belədir ki, Paşinyan Altaydadır və Rusiya təmir adı ilə Ermənistana gələn qazın dayandırıb. Ermənistan artıq öz qaz ehtiyatını İrandan götürür, tədarükünü İrandan eləyir və Peskovun açıqlaması var Zəngəzur dəhlizi ilə bağlı ki, bu Azərbaycanın və Ermənistanın suveren işidir. Öz ərazilərində nə istəyirlər eləsinlər. Suveren olmağına suverendir, amma Rus əskərləri hazırda Zəngəzur dəhlizindədir və bütün bunlara, bu proseslərə Rusiyanın mövqeyi təbii ki, suveren hüquqdur deyib keçməklə bitməyəcək. Amma Amerikada məsələdə israrlı olduğu görünür. Amerika həm Rusiyanı regionundan tamamilə uzaqlaşdırmaq istəyir. Əslində məqsəd elə ona hesablanıbdır. Eyni zamanda Avropa və Fransa üçün də, xüsusən də Fransa üçün də heç də yaxşı məqamlar vəd eləmir. Ümumiyyətlə, o dəhlizin o hissəsinin söhbət Qərbi Zəngəzura düşən 40 neçə kilometr, 42-43 kilometr söylənilir. Amerika şirkətinə verilməsi və mətbuatda, İspan mətbuatında verilən məlumata görə 1000 nəfərlik ABŞ hərbi kontingenti, düzdür, şirkətə məxsus kontingentdə, amma hərbiləşmiş mühafizə kontingenti yerləşdiriləcək və maraqlı bir məsələ var ki, Ermənistana yalnız gəlirin 30% qalacaq. Bu nə razılaşmadır? Paşinyan doğrudan mı bundan razılaşıbdır? Əgər razılaşmayıbsa, Paşinyanın Altaya getməmişdən bir gün qabaq və ölkə daxilində sonuncu hücuma hazırlaşdığı söhbət kilsənin üzərində ayın 27-si onun planına əsasən mərasimdə artıq Qarigen olmamalıdır, bir yürüş olacağı deyildi və bu ərəfədə məlumatın mətbuata sızdırılması. Bu təxribatdırmı, yoxsa gerçəklərin üzə çıxmasıdırmı, yoxsa hansısa bir mesajdır? Bax, bu məsələləri müzakirə edək. Şəhlad Cəlilzadə, siyasi şərhçi, İlyas Hüseynov, politoloq, Rəşad Bayramov, politoloq və İsmail bəy Cingöz, siyasi şərhçi. Zoomla Türkiyə ilə bağlantımız var. Xoş gördük hamınızı. İcazə verirsə İsmail bəylə başlayayım. İsmail bəy, necə düşünürsünüz? Tramp körpüsü kimə lazım idi bu söz? Həqiqətən Ermənistan razılaşıb? Həqiqətən Amerikaya Zəngəzur lazımdırmı? Lazımdırmısa bu şərtlər Azərbaycanı təbii ki, qane eləmir. Türkiyəni necə qane eləyərmi? Və ümumiyyətlə, hansı addımlar atılacağını gözləyirsiniz bu günlərdə? Şimdi öncelikle şunu belirteyim ki Amerika Birleşik Devletleri buraya bir şekilde mutlaka kendi politikası için yerleşmek istiyor. Amerika'ya lazım olan bir yer. Ama bugün taradığımız zaman basını Ermenistan tarafı bunu yalanladı. Bizim Amerika, Azerbaycan, Ermenistan arasında üçlü bir gizli anlaşma yoktur. Trump Köprüsü adıyla bahsedilen konu bir manipülatif hibrit savaş örneğidir diye Ermenistan tarafından bir açıklama geldi. Kaldı ki Amerika Birleşik Devletleri'nin buradaki en büyük amacı buraya bir şekilde yerleşerek önümüzdeki 100 yılın, ki Amerika'da zaten diyor ki 99 yıllığına buraya Amerikan şirketleri gelsin ve burayı Amerikan şirketleri yönetsin. Amerikan şirketleri diyerek buraya esasında askeri bir açıdan gelmeyeceklerini perdelemeye çalışıyorlar. Yani perdelemeye çalışıyorlar cümlemi özellikle söylüyorum. Çünkü buraya eğer Amerikan şirketleri gelirse yakın zamanda bu şirketlerin güvenliğini sağlayacağız bahanesiyle
Amerikan askerleri de gelecek. Getirilmesi için bir bahane üretmeye çalışıyorlar. Çünkü Demir İpek Yolu projesiyle Çin buradan bir demiryolu geçirmeye çalışıyor. Zengezur koridoru açıldığı takdirde Türkistan coğrafyasındaki Türk Cumhuriyetleri başta olmak üzere bu coğrafyadaki yeraltı yerüstü kaynakları yani petrol ve doğalgaz başta olmak üzere önemli bir ticaret hacmi başlayacak ve Türk dünyası Türkiye ile karayolu bağlantısı olacak. Ama Amerika Birleşik Devletleri buraya yerleşerek önümüzdeki 100 yılın e, denetimini eline almak istiyor. Demir İpek Yolu projesiyle e, Pekin-Londra hattında en az 65 ülkenin birbirine bağlanması planlanıyor. Evet, proje böyle. Hı hı. Ama bizim için daha önemli olan Türk Cumhuriyetlerinin karayolu bağlantısı ve Türk dünyasının enerji arzının dünyaya sunulması. Ve Türkiye'nin karayolu bağlantısını neden Amerika Birleşik Devletleri denetlesin? Öyle değil mi? Bununla beraber hemen hatırlatalım unutmadan, belki biraz sonra hatırımızdan çıkmasın diye söylüyorum. 1600'lü yılların hemen başında İngiltere, Hindistan Bombay şehrine bir ticaret kolonisi gönderdi. Ve 100 yıl içerisinde bu ticaret kolonisini koruyacağız bahanesiyle Böyle. askerleriyle koskoca Hindistan'ı ve Babürşah Türk İmparatorluğu'nu yok etti. Yani bir sıçrama noktasıydı orası. Ticari olarak gelmişlerdi görünüş itibariyle ama hemen akabinde bu şirketlerimizi, kampanyamızı koruyacağız, korumamız gerekir bahanesiyle 3-5 asker diyerekten yüzlerce değil binlerce İngiliz askeri Hindistan'ı ele geçirdi. Bu aynı Amerika'nın kullandığı bir taktik olarak görmek lazım. Amerika Birleşik Devletleri buraya gelirse ki iyi niyetli olmadığını bir kez daha belirteyim. E, Burada etnik, demografik ve mezhepsel olarak kırılgan bir bölge burası. Ve burada elbette ki başta Türkiye, Azerbaycan ve Türk dünyası olmak üzere her türlü fitne ve fesatı kullanabileceği imkan ve kabiliyetleri elde etme şansı elde edecek Amerika. Ve aynı zamanda askerleriyle gelip oraya o denetimi ele geçirecek. Yani Donald Trump 100 yıllık süreyle dediği konu bu. Önümüzdeki asrı, önümüzdeki 100 yılı ve önümüzdeki enerji ve ticaret jeopolitiğini kontrol etmek isteyen bir Amerika görmekteyiz ki buna ben şahsen başta Çin ve İngiltere olmak üzere Avrupa ülkeleri de karşı çıkacaktır. Ve Hı hı. Türkiye ve Azerbaycan'da çıkması gerekir. Hı hı. Çünkü bu Demir İpek Yolu projesini Pekin-Londra hattında İngiltere ve Çin inşa etmektedir. Ve önümüzdeki günlerde Trump'ın bir Çin seyahati beklenmektedir. Ve bu da mutlaka Xi Jinping ile Donald Trump arasında pazarlık konusu olacağını da burada söyleyelim. Burası çünkü Amerika için olmazsa olmaz pozisyonuna gelmiş bir kapı ve bir geçiş noktası. Çünkü basit bir olay değil. Az önce dedim 65 ülke birbirine bağlayacak. En önemlisi hala dünyaya arzı bekleyen Türk dünyasının, Türk Cumhuriyetlerinin petrol ve doğal gazı olmak üzere ki uranyum var mesela Kazakistan'da dünyanın en büyük yeraltı kaynaklarına sahip uranyum yataklarının dünyaya arzı var ve nükleerde kullanılan bir maden. Bu nedenledir ki buraya Amerika hükmetmek istiyor. Yani oraya gelip de dostane bir niyetle gelmiyor. Eğer burasının korunması bir güvenlik sorunuysa 3 tane ülke var burada. Türkiye, Azerbaycan ve Ermenistan. Dördüncü ülkenin buraya girmesi fitne ve fesata imkan tanır. İran bile burada olmamalı. Sınır olduğu halde bu konsorsiyumda İran'ın bile olması Türkiye, Azerbaycan ve Türk dünyası için bir tehlike arz eder. Çünkü İran'ın maalesef ki Türk dünyasına ve Türkiye'ye bakışı menfi. En başta Azerbaycan'a karşı bakışları da menfi. Ermenistan-Azerbaycan çekişmelerinde, çatışmalarında ne hikmetse Müslüman olmasına rağmen Ermenistan'ı desteklemiştir. İkinci Karabağ Savaşı bunun en somut örneğidir. Daha önceki 1988 1900'lerdeki o 1990'lardaki Kocaeli ile özdeşleşen, Kocaeli ile sembolleşen
ve Karabağ'ın toprakları işgal edildiği dönemde her bir yerleşim biriminde işlenen soykırımlar döneminde, sadece Hocalı değil, bunu benden daha iyi sizler biliyorsunuz. O coğrafyada Ermeniler katliam ve soykırımların her türlüsünü gerçekleştirirken maalesef ve içimiz acıyarak söylüyorum, İran Ermenistan'ı destekledi. Ve İkinci Karabağ Savaşı'nda da destekledi. Sonuç itibariyle, sözü uzatmayayım, bu konsorsiyum olacaksa Türkiye, Ermenistan ve Azerbaycan arasında üçlü bir konsorsiyumla olmalı. Dördüncü bir ülke buraya girerse fitne fesat olur ve dünyanın enerji jeopolitiğini, ticaret jeopolitiğini ele geçirir. İsmail bəy, indi söylədiniz İran bütün bu dövrlər ərzində Ermənistan olan mövqeyini. Bir tərəfdən də İran tərəfdən baxanda bir həqiqəti var. Baxın, indi siz deyirsiniz ki, Zəngəzur layihəsində İran olmasın. Olmayacağı təqdirdə sözsüz ki, Türkiyənin nəzarətində olacağı təqdirdə sizin təbirinizcə desək və yaxud da Paşinyanın təbirincə desək, Amerikanın nəzarətində olacağı təqdirdə bu İran üçün xoşa gəlməz bir haldır. Bu məsələnin birinci tərəfi. Evet. Və ikinci və vacib tərəf odur ki, İranın Ermənistana bağlayan və faktik olaraq şimala çıxacaq və sözünü deyə biləcək yeganə ərazi o 42 neçə kilometrin içində yerləşən yoldur və bir sərhəd buraxılış məntəqəsi var. Onun bir kənar dövlətin nəzarətində olması, mən Rusiyanı nəzərə almıram, çünki Rusiya kənar dövlət deyil İran üçün. Söhbət kənar dövlət dedikdə Türkiyəni və yaxud da digər hansısa bir dövləti deyirik. Hətta Fransanın olmasına belə razılaşar, amma bilmirəm. Bax, bu məsələlər bir qədər İranın da həqiqəti var və ona görə də elə bütün bu dövr ərzində istəmirdi münaqişə bitsin. Rusiya da ona görə istəmirdi münaqişə bitsin. Bir cümle ekleyip sözü size bırakayım. İran, evet, burada kenar devlet ve sınır ülke ve kuzeyde Ermenistan'a bağlantısı olan bir bölge. Ama bunu ikili ilişkilerle gayet iyi çözebilir. Denmiyor ki orada konsorsiyum olduğu zaman İran, Ermenistan arasındaki bağlantı kesilsin denilmiyor. Elbette. İkili ilişkiyle bu gayet rahat bir şekilde ticaretini, gidiş-gelişlerini yapabilir. Benim söylemek istediğim oranın kontrol mekanizmasında İran'ın olmaması. O ticarət məqsədi üçün deyil. Siz də gözəl bilirsiniz, biz də gözəl bilirik ki, niyə istəmir orada kimsə olsun. Bu aydın məsələdir və elə belə də qafanda konsulluq açmaq niyyətini ifadə eləmədi və açdı da, amma işləmir, heç kim oraya getmir. Gedib çıxa bilmirlər qafana. Məsələnin bir başqa tərəfi də var. Rəşad müəllimdən soruşmaq istəyirəm. Bu məsələ tarix məsələsi. İlin sonu artıq Azərbaycan mətbuatında da, Azərbaycan politologları da Zəngəzurun işi, prosesini doğrudur. Dərhal deyilən kimi, açılan kimi təbii ki, açılmayacaq, çünki orada işlər çoxdur. Amma hər halda 1 dekabrda, simvolik bir gündür. Biz bilirik ki, 20-ci ilin 1 dekabrında da Zəngəzur Ermənistanın ərazisi kimi elan olundu. Heç bir sənəd yoxdur bununla bağlı. Yalnız bir çıxış var, Nəriman Nərimanovun təbrik çıxışı. Və deyilənə görə elə 20 ildə həmən tarixdəki bu hadisə baş verdi. Bu ildə 1 dekabrda Zəngəzur açılacaq. Yəni kağızda hələlik, sonra isə əməli fəaliyyətə. Doğrudan mı bu qədər yaxınıq və əgər belədirsə Ermənistan niyə istəyir Adaşəni? Ümumiyyətlə, Paşinyanın timsalında Ermənistanın vəziyyəti Zəngəzur dəhlizi ilə bağlı doğrudan da ağırdır. Yəni, baxın, bir tərəfdən Avropa İttifaqı maraqları, hansılar ki, Ermənistan və Paşinyan üzərində müəyyən təsir imkanları var. Bir tərəfdən Amerika Birləşmiş Ştatlarının maraqları, digər tərəfdən Rusiya və İranın maraqları, hansılar ki, ümumiyyətlə digərləri ilə çox kəskin şəkildə toqquşur. Hətta bir-birinə yaxın görsənən Amerika Birləşmiş Ştatları və Avropa İttifaqının da fərqli maraqları var Zəngəzur dəhlizi üzərində. O cümlədən Çinin öz marağı, bu layihəyə alternativ olan Hindistanın maraqları, yəni o qədər müxtəlif maraqlar var ki, Paşinyan hakimiyyəti bütün bu maraqları uzlaşdırmaq imkanında deyil. Mütləq şəkildə hansısa tərəfin mövqeyindən çıxış eləyəcəksə, digərləri ilə arasında problem yaranacaq. Baxın, Amerika Birləşmiş Ştatları ilə bağlı dünənləri hətta təkzib olunan məlumat belə tirajlanandan sonra birinci reaksiyanı verən Çin oldu. Bəli. Və Çin dərhal dedi ki, bu artıq bir kəmər bir yol layihəsinin orta dəhlizini əhəmiyyətsiz bir şeyə çevirəcək, əgər Amerika Birləşmiş Ştatlarının nəzarətində olsa. Əslində, Amerika Birləşmiş Ştatları da dəhlizə nəzarəti həm Çini bu və ya digər şəkildə cilovlamaq üçün və yaxud da imkan varsa, ümumiyyətlə Çinin o yoldan istifadəsi yox, Orta Asiyadan Avropaya istiqamətlənən bir kəmər kimi görmək niyyəti ilə
bağlı mövqeyini ortaya qoyub. Bu heç Azərbaycanda da sərf eləmir. Təbii ki, bu bizə də sərf eləmir, bu Böyük Britaniyada sərf eləmir. Çünki bir kəmər bir yol layihəsi Çindən başlayıb birbaşa Londona qədər uzanan bir layihədir. Bizə də ona görə sərf eləmir ki, onun daşınma, yəni həcmi aşağı düşür. Nə daşınacaq? Hə, qiymətli daşlar, yəni nadir metallar və salam. Biz burada ancaq Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsini qazanacağıq. Aydındır, bir də Türk dünyasının birləşməsini qazanacağıq. Amma iqtisadi baxımdan ana layihədən çox-çox alt əlbəttə kateqoriyada qazancı olacaq. O baxımdan əslində bu qədər marağın toqquşması, bu qədər fərqli maraqlar məcbur elədi ki, Azərbaycan və Ermənistan Zəngəzur dəhlizi ilə bağlı məsələni sülh gündəliyindən çıxarsın. Yəni biz bilirik ki, sülh sazişinin mətnindən bu çıxarıldı və ayrıca müzakirə olunması üçün razılaşdırıldı və məhz bundan sonra da davamlı şəkildə biz həmin layihə ilə bağlı ən çox istək nümayiş elətdirən tərəfin, yəni biz həmin məsələ sülh sazişinin mətnindən çıxarılandan sonra uzun müddət bununla bağlı hər hansı bir bəyanat, hər hansı bir mövqe ortaya qoymadıq. Ermənistan dərhal başladı davamlı şəkildə Zəngəzur dəhlizi məsələsini dövrəyə buraxmağa, danışıqlar aparmağa, ayrı-ayrı səfərlər elədi. Zəngəzur dəhlizini Paşinyan özünün sülhün kəsişməsi layihəsinin bir tərkib hissəsi kimi təqdim etməyə cəhdlər elədi və nəticədə Sizcə niyə? Bilirsiniz nətər? O Ermənistan ictimaiyyətinə ünvanlanmış bir şeydir. Yəni mən Azərbaycanın tələbi ilə, Azərbaycanın təkidi ilə o yolu açmıram. Bu həm də bizim sülh kəsişməsi layihəmizin tərkib hissəsi olduğu üçün bu yol açılacaq. Yəni ola bilərmi danışıqlar prosesində o iki bizim şərtimiz ki var? Konstitusiyanın dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılması. O iki şərti sanki bir qırağa atıb, bax Zəngəzuru razılaşdıq, bunu sonraya saxlayaq bir oyun oynamaq istəyir Paşinyan. Bu ola bilərmi bu məqam? Bilirsiniz nəzərdir? Zəngəzur dəhlizi həqiqətən də bu günləri bütün bu maraqlı tərəflərdən ən çox Ermənistanın özünə lazımdır. Yəni bu bir mənalıdır. Ermənistanın özünə lazımdır. Birinci tranzit ölkə olmaq imkanı əldə eləyir. İkincisi dəmir yol şəbəkələrinə qoşulmaq imkanı əldə edir. Rəşid müəllim, üzr istəyirəm. Yəni əslində Ermənistana konstitusiyanın dəyişdirilməsi, konkret olaraq Paşinyana da konstitusiyanın dəyişdirilməsi lazımdır. Çünki orada bir neçə məqam var ki, Paşinyan onu dəyişmək istəyir, konkret olaraq kilsə ilə bağlı, diaspora ilə bağlı və eyni zamanda özünüz də yaxşı bilirsiniz ki, silahlı qüvvələrlə bağlı. Mən istəyirəm. Sülh əslində Zəngəzur dəhlizi sülh sazişinin imzalanmasını gözləməyə gözləyib sonra dəhlizin açılması kimi bir məsələ yoxdur orada. Bəli, yoxdur. Dəhliz istənilən vaxt açıla bilər, hətta sülh sazişi imzalamadan belə açıla bilər. Yəni dekabr real görünür. Mən əslində deməzdim dekabr real görünür, amma hər an hər şeydə ola bilər. Yəni bilirsiniz nətərdir? Əgər Paşinyan mövqələrini, daxildə mövqələrindən söhbət gedir, gücləndirə bilsə, kilsə ilə problemlərini həll eləyə bilsə, böyük ölçüdə onların neytrallaşdırılmasını təmin eləyə bilsə, ictimai rəydə seçki öncəsi öz mövqələrini daha da gücləndirə bilsə, müvafiq qərar qəbul eləyə bilər. Amma biz əsas məsələ bu deyil. Əsas məsələ, bax, indi o bayaq haqqında danışdığımız ayrı-ayrı tərəflərin maraqlarıdır. Kimsə ora təhlükəsizlik zəmanəti verməlidir. Bəli. Düzdürmü? Elə bax, bu maraqlı bir məsələdir. Üzr istəyirəm, Rəşad müəllim. İndi biz qonaqlarımız da bundan öncəki verilişdə də söylədilər ki, biz neyirik kənar dövləti, özümüz ikimiz həll eləyik, amma burada siz demişkən təhlükəsizlik təminatı məsələsi var. Mütləq şəkildə var. Yəni, kimsə eləməlidir. Kimsə mütləq şəkildə bu təhlükəsizlik bax, sizin versiyanız. Burada iki məsələ var. Bir, Azərbaycan, Ermənistan, Türkiyə, hətta nə bilim, o region ölkələrində o layihədən iştirak eləyə biləcək, hətta tutaq ki, Rusiya və s.lərinin birgə bir, necə deyirlər, konsorsiumu da yarana bilər. Bu variantlardan biridir və bizim üçün ən optimalıdır. Optimal yox deməzdim. Bir o qədər də xeyir gətirən variant deyil. İkinci ondan ibarətdir ki, heç kim olmur. Tranzit daşımaları, hansı ki Çindən gəlir, ya da Orta Asiyadan gəlir, onlar hamısı kömrüyə daxil olur, çıxır, Ermənistan onu yoxlayır və s. və ilaxır. Amma orada ayrıca bir xətt Azərbaycandan Azərbaycana prinsipi əsasında heç kim dayanmır. Tunel ola bilər, yeraltı keçid şəklində ola bilər. Heç kim dayanmır, birbaşa hərəkət. Bu bizə yetərlidirmi? Bu əslində bizə yetərlidir. Bəs onda niyə təminat istəyirik? Baxın, Ermənistan
bizim üçün ayrıca bu imkanları yaradacaqsa bizim üçün yetərlidir. Onda mənim üçün elə də böyük təhlükəsizlik zəmanətinə ehtiyac yoxdur. Bəs onu soruşmaq Baxın da istəyirdim ki, burada bəli. bax Kaliningrad modeli nədir? Kaliningrad Aydındır. modeli faktiki Orada olaraq təminatçı kimdir? Kaliningrad modelində Rusiyadan Kaliningrada və geriyə qayıdanlarda hər hansı bir təminatçı yoxdur. Niyə yoxdur? Çünki orada faktiki olaraq Kaliningrad qeydiyyatında olan Bəli. insanların, maşınların, yük maşınlarının və s. maneəsiz hərəkətindən söhbət gedir ki, biz də əslində o formula ilə razılaşa bilərik. Amma yenə deyirəm, istənilən vaxt dəyişiklik ola bilər və istənilən vaxt açılması ilə bağlı qərar qəbul oluna bilər. Reklam zamanı da reklama baxaq, reklamdan sonra fikirlərimizi davam etdirək. Müzakirəmiz davam edir. Reklam zamanı Şəhla xanım dedi ki, əslində artıq Türkiyə və ABŞ razılaşıb və rəqəmlər də söylədi. Mənə gəlir bu İsmail bəy üçün də maraqlı olar bu məsələ. Əslində dünən bu mətbuatda çıxdı. Nəyi nəzərdə tuturdunuz və niyə belə əminliklə deyirsiniz bunu? Öncəliklə hər kəs salamlayıram, izləyiciləri də, o cümlədən qonaqları da, dəvət üçün təşəkkürlər. Bəli, mən vurğuladım ki, artıq bu barədə müəyyən bir razılaşmalar var. Biz bildiyimiz kimi qlobal şərq-qərb dəhlizindən söhbət gedir, lakin bunun eyni zamanda şimal-cənub istiqaməti də mövcud olacaqdır. Bəli. Və Zəngəzurdan keçən hissə bunun orta hissəsidir. Lakin bu tək bu deyil, yəni qlobal dəhlizdən söhbət gedir və bu dəhlizin müxtəlif hissələri var. Cənab Prezident Şuşa Qlobal Media Forumunda vurğuladığı kimi Çindən, Qırğızstan, Özbəkistan, Türkmənistan üzərindən Xəzər dənizinə, oradan Azərbaycan vasitəsilə Zəngəzur vasitəsilə Türkiyəyə, Şərqi Zəngəzur vasitəsilə İrana Körfəz hissəsinə uzanacaq dəhlizin bir hissəsi, Türkiyədən də Qərbi Avropa istiqamətinə uzanacaq. Və hal-hazırda Türkiyə çox maraqlıdır ki, Ermənistanın dəhlizin təhlükəsizliyini Amerika şirkətinə təhvil verməsi ilə bağlı xəbərin yayıldığı gündən eyni günə təsadüf etdi. Belə bir xəbər ki, Türkiyə tərəfi MUFC, yəni şirkəti, yəni o investisiya holdinqidir, eyni zamanda bank və infrastruktur layihələrinə ciddi yatırımlar eləyir. Onunla razılaşma əldə olunub və Amerika şirkəti. Bir dəqiqə. Yox, burada böyük səhmdarlar var. Yəni səhmdarlar birliyi deyək. Yəni orada mühüm hissələr Amerika şirkətlərinə aiddir və bu şirkət daha öncə də Türkiyədə müxtəlif infrastruktur layihələrini Yerköy ilə Kayseri arasında məsələn sürət dəmir yol xəttini icra edibdi. Müxtəlif başqa layihələr icra edibdi və böyük bank şirkətlərində yatırımlar və səhmlərə sahibdir. Və bütün bunları nəzərə alsaq, Amerikanın ümumiyyətlə Cənubi Qafqaz regionunda da vaxtilə əsrin müqaviləsi adlandırdığımız 20-ci əsrin müqaviləsi deyək biz ona, həmin neft qazımızın qərbə ötürülməsinə dair 1994-cü ilin 20 sentyabrında imzalanan müqavilədə də Amerika şirkətlərinin böyük pay sahibi olduğunu nəzərə alsaq, yəni Amerika zaten bu regionda iqtisadi, geosiyasi layihələrin əsas iştirakçılarından biri olubdur. Düzdür, nəzərə alsaq ki, orada BP əsas pay sahibi idi. Siz nəyi nəzərdə tutursunuz ki, razılaşıb? Yəni dəmir yolunu? Bəli,
Bəli, Iğdır və Naxçıvan arasında Kars-Iğdır delucu, yəni ki, Türkiyənin Naxçıvanla sərhəd ərazisinədək olan dəmir yol xəttinin tikintisi ilə bağlı 2.4 milyard avro həcmində razılaşma əldə olunubdur və bu şirkətin əsas pay sahiblərindən biri, yəni bu sənədin əsas pay sahiblərindən birinin amerikalılar olduğunu nəzərə alsaq, eyni zamanda belə çıxır ki, artıq Amerika şirkətləri müəyyən özləri üçün, yəni Amerika artıq müəyyən iqtisadi iştirak payı artıq yavaş-yavaş əldə etməkdədir və hal-hazırda bunun adı çəkilən orta dəhliz hissəsindən söhbət gedir. Zəngəzur dəhlizi hissəsində də bu pay sahibinə sahib ola biləcəklərmi? Bunun mübarizəsi gedir və elə buna görədir ki, bugün Paşinyan Rusiyaya getdi. 6 ay görüşündə iştirak edəcək Putinlə. Böyük ehtimal ki, bu məsələ də müzakirə olunacaq. Hal-hazırda Rusiya Amerikanın Zəngəzurda iştirakının qarşısını almaq üçün müxtəlif təzyiqlər eləyir. Bu həm Azərbaycana təzyiqlərdir, həm Ermənistana Rusiyanın təzyiqləridir. Və bu təzyiqlər fonunda ölkə daxili qarşılıqlı həm iki ölkə arasındakı gərginliklərdən söhbət gedir. Həm Azərbaycanla Rusiya arasında, həm Ermənistanla Rusiya arasında, həm də ölkə içindəki gərginliklərin qızışdırılmasından söhbət gedir. Rusiya çox maraqlıdır ki, Ermənistanda hal-hazırda hakimiyyət dəyişikliyinə gətirib çıxaran hadisələr baş versin və bu baxımdan ölkədə revanşistlərin dəstəklənməsi olsun. Hətta bu günlərdə Azərbaycana qarşı daim təxribatçı çıxışlarla çıxış edən Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədr müavini Zatulin bəyan etdi ki, Azərbaycana qarşı da buradakı hal-hazırda erməni əsirləri dırnaqarası deyək ki, onlara hərbi caniləri, hərbi siyasi caniləri deyək, Qarabağın hərbi siyasi canilərinin hal-hazırda həbsdə olan həmin o şəxslərin azadlığı istiqamətində Rusiyanın təzyiqlərini artırar. Şəhla xanım, bir dəqiqə Rusiya məsələsinə ayrıca gələcək. Burada çox mühüm bir məsələdir. Əgər icazə verirsinizsə, mən İlyas müəllimdən soruşum, sonra İsmail bəydən də soruşacağım. Doğrudanmı bax bu razılaşma, yəni Türkiyə ərazisində dəmir yolunun Naxçıvana qədər olan hissəsinin Amerika şirkəti və yaxud da payçılarının böyük hissəsinin Amerika olduğu şirkətə verilməsi artıq o deməkdir ki, Türkiyə Zəngəzurda da ABŞ olsun və ya ABŞ-nin nəzarətində olsuna razılaşıb. Bu o deməkdirmi? Mən onu da təsdiqləyərəm ki, əslində bu xəbərin reallığı əks olunsun. Yəni gəlin baxaq. Hansı xəbərin üzr istəyirəm? Trump körpüsünün çəkintisi ilə bağlı. Yəni, onunla bağlı Ermənistan tərəfi təqzib elədi. Aydındır, onu verişin əvvəlində Elçin müəllim dedi. Ermənistan hökuməti bunu qəbul eləmir. Ermənistan hökuməti təqzib eləyir və elə xəbər ilk yayılandan sonra... Amma Paşinyan istisna eləmədi. Ona qədər Amerikanın... Heç biz də istisna eləmirik. Tamam. İndi, bax Şəhla xanım deyir ki, artıq məsələ həll olunub Türkiyə ilə Amerika arasında. Belədirmi? Ümumiyyətlə, biraz da o tərəfə geçsək, biraz da məlumatların arxivləşdirilməsinə baxsaq, sistemi qursaq, Amerikanın şirkətinin Zəngəzurda, Ermənistan hissəsində operator rolunu, təhlükəsizlik zəmanətçisi olacağı xəbəri hardan çıxdı? Türkiyədə ABŞ-ın səfiri bunu dedi. Və erməni pərəst bir adam yeri gəlmişdi. Bu çox ciddi bir faktdır da bizim üçün ki, bu səfir bunu deyir. Bəli. Yəni, əgər İspaniya mətbuatının sıradan bir üzvü bu məlumatı yayırsa və Ermənistan hökuməti dərhal buna reaksiya verirsə, buna inanmamaq olar. Çünki mediada fake-dir, dezinformasiyadır, gündəmə buraxılıb, amma belə bir fikir var. Çünki bu səfirin dilindən səslənməsi heç də təsadüfi deyil. Amerika Birləşmiş Ştatları burada bir sıra maraqları güdür. Bu imperialist maraqlardır. Trumpın dövründə yeni ABŞ strategiyasının dünyada implementasiyasıdır. Make America Great Again tezisinin reallaşmasıdır və əlbəttə bizim regionda ənənəvi maraqları olan dövlətlərə qarşı bu siyasət yürüdülməkdədir. İlk növbədə Rusiya və İrana qarşı. Daha qlobal mənada baxsaq, iqtisadi çərçivədə Çinə qarşı. Çünki Kəmər yol layihəsi orta dəhlizin davamı olaraq Zəngəzur ərazisindən keçir və bu, Şəhla xanım dediyi kimi, müxtəlif marşrutlar üzrə diversifikasiya olunaraq nəqliyyat bağlantısı formalaşdırılır. Və bu da, əlbəttə, 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqlar kontekstində icra olunmaqdadır. ABŞ burada, əlbəttə, böyük maraqlar güdür və ABŞ-ın biz ümumiyyətlə dünya siyasətində strategiyasına baxanda görürük ki, dövlət maraqlarını özəl şirkətlər vasitəsilə icra edir. Aydındır.
Yəni özəl ABŞ-ın Təkcə ABŞ eləmir ki, yəni bunu bütün dünyada artıq Azərbaycan da məsəl üçün bir çox bizim layihələrimizi SOCAR həyata keçirir. SOCAR dövlətin şirkəti. Hə, dövlət şirkətidir, amma indi elə şirkətlər var ki, artıq onlar da Azərbaycanın özündə belə bir şirkət səviyyəsi. İndi BP də dövlət şirkəti hesab oluna bilər. Hə. Amma bir müddət sonra onun törəmə şirkətləri də gəlir və faktiki olaraq, yəni bu mexanizm əslində belədir. Hətta bayaq bizim hörmətli İsmail müəllim deyəndə ki, Hindistanda bir şirkət açdı, o məşhur Ost-Ind məsələsini nəzərdə tuturdu. Yəni bu mexanizm aydındır. Amma Şəhla xanımın dediyi bu cür ifadə eləmək olarmı ki, artıq Türkiyə razılaşıb ki, Zəngəzurda Amerika olsun? Biz elə Türkiyənin rəsmi mövqeyini açıqlamasını görməmişik. Amma mənə elə gəlir ki, burada ABŞ-la daha çox İngiltərə ilə razılaşdırılma ola bilər. Çünki layihənin bir ucunda Böyük Britaniyadır. Londonla Pekin arasında əlaqədən söhbət gedir. Amma məsələnin maraqlı tərəfi odur ki, Avropa İttifaqı və eləcə də Böyük Britaniya ilə Amerika Birləşmiş Ştatları arasında da ziddiyyətlər var. Biz vitse-prezident J.D. Vance'in Münhen Təhlükəsizlik Konfransında çıxışına diqqətlə baxsaq deyə bilərik ki, Avropanın özünün dəyərləri, demokratikləşmə, insan haqları və digər bu barədə deklarə olunan fikirlər Amerika Birləşmiş Ştatları tərəfindən qəbul olunmur. Və elə Trump tarif siyasətində Amerika Birləşmiş Ştatlarının maraqlarını irəli gətirərək bir neçə faizlik tarif tətbiq edir müxtəlif dövlətlərə və iş o yerə gəlib çatıb ki, Almaniyanın kansleri deyir ki, bu tariflər tətbiq olunsa Almaniya iqtisadiyyatının ürəyindən vuracaq. Ona görə də əslində Amerika Birləşmiş Ştatları təşəbbüsü ələ alaraq Avropanın aparıcı oyunçuları olan Fransa və Almaniyanı da geridə qoyaraq öz maraqlarını burada təmin eləməyə çalışır. Normaldır da. Bu kreditləşməklə də ola bilər. Almaniyanın marağını güdməyəcək. Bu aydındır. Amma sadəcə olaraq mənə mərhələnin, bax bu mərhələdəyik biz artıq. Yəni bu günlərdə bu məsələ çox tirajlanır. Siz özünüz də dediniz, bu elə belə deyil. Bunu Türkiyədəki səfir söyləyirsə, bunu Carnegie İnstitutunda doğrudur, yenə erməni imzalı bir şəxs söyləyirsə, demək Ermənistandan da bu sızır. Və yaxud da niyə bu sızdırılıb əgər belə deyilsə? Bu Paşinyana qarşıdırmı? Bayaqdan hamınız söylüyorsunuz ki, Rusiya bunu elə belə qəbul eləməyəcək. Nə olsun Peskov dedi ki, suveren hüququdur. Siz demək istəyirsinizsə buyurun. Deməli, əvvəl Şəhla xanım dediyi məsələyə aydınlıq gətirək. Söhbət Qars, İqdır, Ağrı, Dilucu dəmir yolundan gedir. 2,4 milyard dollarlıq bir layihədir və layihə... Orada neçə kilometrdir? Orada deməli 224 kilometr. Çox böyük məbləğ deyilmi sizcə? 224 Təkcə adi dəmir yolundan getmək kimi 224 kilometrdir, böyük məbləğ deyil. 224 kilometr üçün böyük məbləğ deyil və məsələn Zəngəzur dəhlizi kimi qayalıq ya münbit olmayan ərazi də deyil, düz ərazidir. Yəni biz gedib gəlmişik o yolu dəfələrlə. Söhbət nədən gedir? Maliyyələşdirmə, Türkiyə rəhbərliyi eləyəcək bütün o projeyə, yola. Maliyyələşdirmə həyata keçirilir Yaponiya, İsveç və Avstriya bankları tərəfindən. Layihəni sığortalayır İslam İnkişaf Bankının sığorta korporasiyası. Yəni o baxımdan Yaponiyanın müvafiq o Invest şirkətində Amerika Birləşmiş Ştatları da bu və ya digər şəkildə pay sahibi olmasına baxmayaraq. Bəli. Amma söhbət həm də İsveçdən gedir, söhbət həm də Avstriyadan gedir. Yəni burada birbaşa Amerika Birləşmiş Ştatları ilə razılaşdırılmış şəkildə həyata keçir. Burada Türkiyənin özünün maraqlarıdır. Türkiyə artıq Zəngəzur dəhlizinin açılması ilə bağlı işlərin tezliklə həll olunacağını kifayət qədər yaxşı bilir və öz ərazisində də Türkiyəyə gəlib çatacaq, yəni Dilucundan keçəndən sonra infrastrukturu artıq başlayır, pulu qoyur, işə başlayır ki, tez bir zamanda proseslər yekunlaşsın. Məsələ nədir? Biz deyirik, amma Ermənistan tərəfinin təksibində nəyi təksib etdiyinə vurğu qoymuruq. Ermənistan tərəfi demir, mən Amerika şirkətinə icazə verməyəcəm burada. Deyir, adı Trump olmayacaq. Adını da heç. Deyir ki, mən 100 illik icarə ilə bağlı məsələ tamamilə absurddur. Biz öz ərazimizdə heç bir icarə, ərazimizi kiməsə icarəyə vermək niyyətində deyilik və s. və ilaxı. Paşinyan özü qeyd elədiniz. Bir müddət əvvəl demişdi ki, ən optimal yol Ermənistan, ABŞ birgə şirkətinin yola təhlükəsizliyini var da 30%, 40%. Yəni əslində orada təmin etməsindən 30% indi də deyilir ki, Amerikada da üzr istəyirəm, Ermənistanda 30% qalır. Həmin şirkətdə 40%.
Bu da yolun çəkilmə xərclərinin gələcəkdə gəlirlər bölüşdürülməsi hissəsinin pay bölüşdürülməsi Bunu olaraq da aydındır. izah edə bilərik. Buna aydındır. Mən fərq Amma edirəm. deməyə Çünki Ermənistan təqzib eləmir Amerika olmayacaq. O deyir 100 illik verməyəcək. Ermənistan deyir 100 illik verməyəcəm. Ermənistan deyir ki, ordu gətirməyəcək bura. İndi adını qoyacaq Hansısa şirkətin formada, mühafizə dəstəsi. Nəsə bir şey eləyəcəklər. Amma yenə deyirəm, baxın, Amerika Birləşmiş Ştatlarının səfiri qeyri-ciddi adam deyil. Təbii Türkiyədə ki. olan səfiri kifayət qədər proseslərin içində olan Və proseslərə müdaxilə edən bilən adamdır. və regionda da. İkincisi, bu məsələ daha çox gündəliyə nə vaxt gətirildi? Paşinyanın Türkiyə səfərindən sonra. Bəli. Düzdürmü? Bu istiqamətdə müvafiq danışıqlar başlandı aparılmağa. Təbii ki, orada Ermənistan tərəfinin üzərinə müəyyən öhdəliklər və s. də qoyuldu və əvəzi nələr olacaq, onlar da deyildi. Çünki bayaq bir məlumatı qeyd elədiniz ki, Rusiya tərəfi qazın təminatından qazı. Paşinyan səfərindən dərhal sonra Ermənistanın energetika nazirinin Türkiyəyə səfəri də məhz seçki öncəsi Rusiya tərəfindən bu cür baş verə biləcək təxribatlara qarşı Türkiyənin effektiv müdaxiləsini özündə təkcə seçki öncəsi yox, bir xatırlatma verim ki, Ermənistan həm də enerji məsələsinin milliləşdirilməsi. Təbii ki, elektrik şəbəkəsi. O çox ciddi bir məsələdir, elektrik şəbəkəsi. Türkiyədən elektrik alma, Türkiyədən dizel yanacağı, neft məhsulları, qaz alma və s. kimi məsələlər var. Çünki biz bilirik də Paşinyan hakimiyyətinə ən çox təsir göstərə bilən güclərdən biri Amerika Birləşmiş Ştatları və Avropa İttifaqıdırsa, onlar bir müddət sonra İrandan da qaz alınmamasını, neft alınmamasını və s. tələb eləyə bilərlər. O baxımdan indi... Amma Rusiya, yəni Rusiya kəllə-kəlliyə gələcəyi təqdirdə işıq, qaz problemi yaranacaq, yuxarılar bağlanacaq. Demək, ona qədər də mütləq Türkiyənin sərhədinin açılması lazımdır. Onun üçün də Zəngəzur dəhlizi kimi məsələlər həllini tapmalıdır. Demək, onda dekabr reallaşır. 1 dekabr reallaşır. Amma burada bir ziddiyyət yarandı. Şəhla xanım dedi, Amerikaya ilə Türkiyə razılaşıb. Siz dediniz ki, Türkiyə hələ razılaşmayıb. Ermənistan artıq razılaşıb. Bizim hörmətli İlyas müəllim dedi ki, heç kim razılaşmayıbdır. Hələ bu məsələnin haqqında heç nə demək olmaz. İcazə verirsə İsmail bəydən soruşum ki, Türkiyə razılaşıbdır ki, Amerika Zəngəzurda olsun fikrini söylədi. Mən açıq razılaşmanın olduğunu demədim. Açıq demədiniz, amma bu o deməkdir dediniz. Bu o demək demək. Konsorsiumda Amerikan şirkətlərdə yer alacaq dedim. Yer alacaq. Yəni bu o deməkdirmi ki, razılıq verib? Şimdi şöyle konuya gireyim. Ben az önce Ermenistan'ın bunu tekzip ettiğini, yalanladığını beyan ettim. Yani böyle bir anlaşma yoktu. Amma dedi ki, nəyə yalan? 100 il məsələsini yalanlayıb, qalan heç birini yox. Şöyle diyor, biz Türkiye, Ermenistan, Amerika arasında bir anlaşma yoktur diye Ermenistan bir açıklama yaptı. Bununla beraber bizim Türkiye basında da matbuatta şu anda haberler düşüyor. Türkiye bu konuda Amerika ile razılaştı diye bazı haberler geçiyor. Ama resmi makamlar herhangi bir şey söylemedi. Şunu belirtelim ki eğer bu razılaşma gerçekten oluyorsa ki biraz önce benim dediğimi teyit ediyor. Amerika Zengezur koridorunun işletmesiyle alakalı bir şirketle ilgili 1000 kişilik özel bir Amerikan askeri şirketinin varlığından bahsediliyor. Bəli. Bakın biraz önce dedim Hindistan örneğini verdim. Somut elimizde örnek var. 1000 kişilik Amerikan özel askeri şirketinin buraya gelecek olması Amerikan askerinin ordusunun Nahçıvan'ı, Zengezur'u kontrol altına alması demektir. Bu vesileyle, bu program vesilesiyle karar alıcı mekanizmalara da biz bunu hatırlatmış olalım nacizane. Bu Amerikan şirketinin askeri varlığı orada bir tehdittir. Uzun vadede tehdittir. Çünkü matbuata göre diyor ki gerekirse güç kullanma yetkisi de verilecek diyor. Bu teyide muhtaç ama bir gazetenin haberinde geçiyor. Bu razılaştı anlamında olmasın ama bir haber, bir gazete bunu yazıyor. Bu güç kullanma diye eğer yetki verilirse bu güç kullanmanın devamı gelir. Orada ufak tefek bir çekişme durumunda Amerika diyecek ki 1000 kişi yetmiyor, ben 500 kişi daha eklemem lazım. 500 kişi yetmiyor, 500 daha ekleyin derken oraya 3-5 bin kişilik bir kısa zamanda Amerikan askeri varlığı girer. Ve az önce dediğim gibi orası önümüzdeki 100 yılın en önemli geçit kavşak noktalarından birisi olan ve Türkistan coğrafyası ile Avrupa'yı birbirine bağlayacak olan
kapının kontrolü Amerika'ya geçmesi anlamı taşımaktadır. Yəni Türkiyə Bu- buna razılaşmaz. Bence buna razılaşmaz ve razılaşmaması lazım esasında. Bu aynı zamanda Türkiye'nin bu son günlerde İsrail'le olan gerginleşmelerine de bir bağlantı kurmamız lazım. Çünkü İsrail'in her ne kadar somut olmasa da bir azmevt planı var. Aydındır, bəli var. Azmevt planının başlangıç noktası da Erzurum Dumlu'dur. Fırat ve Dicle nehirlerinin Nil Nehri'nin başladığı ve denize döküldüğü alanlar olarak bahsedilen Azmevt ütopik fikrinde başlangıç yeri Erzurum Dumlu'dur ve Nahçıvan'a çok yakındır. Ben o coğrafyayı çok iyi biliyorum. Yani orada görev yaptım ben zamanında Erzurum'da. Erzurum Dumlu'dan sonra Nahçıvan dil ucuna çok kısa bir mesafe kalıyor, birkaç saatlik. Dolayısıyla Amerikan şirketinin oraya gelmesi demek İsrail'in gelmesi anlamı taşıyacaktır. Amerika'daki hangi şirkette Yahudi lobisi yok ya hangi şirketinde Yahudi yok? Bu nedenledir ki bu uzun vadede oraya İsrail'in Amerikan eliyle Azmevt için bir adım atması anlamı da taşıyacaktır. Bu nedenle tehdit ve tehlike önümüzde durmaktadır. Bu derim ki olmamıştır. Bu Ermenistan'ın basınında yazdığı gibi İsmail Bey, gazete ismi vermeyeyim, Ermenistan'daki basın bircə bunu dəqiqə İsmail Bey, üzr isim istəyirəm. vererek belirtiyor. Üzr istəyirəm. Buyurun. Adı çəkilən Türkiyədə o dəmir yoluna ki 2 milyard yarım pul ayrılması ilə bağlı xəbər gəldi. O şirkətdə də və kifayət qədər strateji dəmir yoldur. Doğrudumu Türkiyə üçün? O şirkətdə də Türkiye için Yahudilər ve var. Türk dünyası için stratejik bir demiryoludur. Bu sadece demiryolu değil, aynı zamanda karayolu, aynı zamanda boru hatlarının geçeceği bir yer. Tamam. Yəni hazırda 2 milyard yarım Amerika şirkəti deyilik, amma orada məlum oldu ki, bir neçə şirkət var və yəqin ki, Yəhudilər də var. Onda Türkiyə niyə razılaşdı ona? Rəsmi razılaşma artıq İşte elanı verildi. bu resmi razılaşma neye göre yapıldı bilemiyorum. Bu uluslararası ilişkilerde al-veriler vardır. Ne aldı, ne verdi, ne üzerinden pazarlık yapıldı bunları biz bilemiyoruz şu anda, bilemeyiz de. Yəni ona görə də Çünkü- Zəngəzura da razılaşa bilər ehtimalını söylədi Şəhla xanım. Yəni ehtimal bunun üzərindədir. Mən istəyirsinizsə icazə verin. Bir şeyi biz qarşıdırırıq. Yəni Bugün Türkiyənin Hocam. Türkiyənin ərazisindəki o yoldan ki söhbət gedir, Bəli. hansından ki 2,4 milyard dollar Bəli. ayrılıb. Orada yola nəzarət və s. kiməsə verilmir. Bu Türkiyənin özünün yoludur. Sadəcə Türkiyə investisiya sadəcə yatırılır tikintisi üçün. kredit götürür. Kredit götürülən banklar, korporasiyalar, qurumların da adları məlumdur. Onun tərkibində Təminatçısı İsrail var, kimdir? ABŞ Türkiyənin var, özü, kim çünki var, öz olsa. ərazisidir. Mən pul götürürəm, sonra da kreditli faizini qaytaracağam. Bu Türkiyənin ərazisidir. Burada Amerikanın hər hansı bir üstünlüyü, nə İsrailin Amma hər burada hansı biz bir bilirik ki, Ermənistanla bağlı fərqli bir nüans var. Ona görə bu müddəa əlavə oluna bilər ehtimalı var. Amma yəni bunu hər halda Şəhla xanım yox, mən demirəm ki, elə bir ehtimal var. Mən deyirəm ki, Türkiyə artıq bu barədə razılaşma əldə elədi və Bəli. dünən bu xəbərin yansıdığı gündən eyni gündə bu xəbər də Bəli, bəli. ictimai Bəli. belə rezonans doğuracaq Bir bir paralel şəkildə apardınız. Mən də o nəticəni aparıldı. gəldim ki, ola Və bilərmi bu mən versiya əksini var? deyirəm ki, Azərbaycan maraqlıdır ki, Azərbaycan və Ermənistan özü təmin eləsin. Gəlin bircə təhlükəsizliyi. dəqiqə. Mən sizdən soruşum. Azərbaycan niyə istəməz ki, Amerika şirkəti orada olsun? Xankəndidə Şuşa Qlobal Forumunda cənab prezident buna çox konkret cavab verdi ki, Azərbaycan ərazisində üçüncü dövlətlərə aid qüvvələr kursu və s. ola bilməz. Bu bizim qoşulmama hərəkatı, hərbi siyasi bloklara qoşulmamaq, ölkə ərazisində üçüncü dövlətlərə aid hər hansısa qüvvələrin mümkünsüzlüyü ilə bağlı siyasi vizyonumuzdur. Amma biz həm də regionun təhlükəsizliyi haqqında düşünürük. Nəinki regionun böyük coğrafiyada, məsələn, COP29 tədbirinin keçirilməsi, qlobal təşəbbüslər də onu göstərir ki, bizim üçün təhlükəsizlik, sağlamlıq, iqlim qorunması önəmlidir. İndi əgər bizim qonşuluğumuzda məsələlərin paralel baxmalıyıq da, Avropa İttifaqının mülki missiyası binokullarla bizim ərazimizə baxırsa, bizim Bəli. mövqelərimizi izləyirsə, üstəlik hələ qorunma adı altında, təhlükəsizlik zəmanəti, çətiri adı altında 1000 nəfərlik ABŞ ordusunun mənsubunun olması bizim üçün təhdiddir. Nə təhdididir?
ayrı-ayrı geosiyasi mərkəzlərin regionda Bizə qarşıdurmalara niyə? yol Bizim ərazimizdə deyil axı o. aydındır. Ermənistan Coğrafi dövlətinin yaxınlıq suveren hüququdur. Mənim insanım oradan keçəcək. Erməni dayanmış orada, ya Amerikan dayanmış. Sabahları Trump getdi, Biden kimi Bəli. biri gəldi, Azərbaycana münasibəti bəllidir. Bəli. O Biz uzun baxımdan hər müddətli hansı bir baxırıq. xarici qüvvə bizim necə deyirlər, marağımızda deyil. Orada Siz yox. Bax, bu məsələnin bir qədər başqa yanaşmasıdır. Amma Ermənistanda 1000 nəfər Amerikanlı olacaq, bizə təhdiddir. Yəni bu dəqiqə səfirlikdə 2500 nəfər var. Bilirsiniz niyə görə təhdiddir? Çünki regionda təkcə Cənubi Qafqaz dövlətlərinin maraqları yox, başqa ölkələrin də maraqları var. Ayrı bir geosiyasi mərkəzin Cənubi Qafqaza nüfuz etməsi regionda həm ənənəvi maraqları olan dövlətlərlə toqquşur, həm də Çinlə ABŞ-ın burada qarşıdurması əmələ gəlir Ermənistan ərazisində. Biz deyə bilərik, təhlükə bizdən uzaqdır. Amma elə düşünmək, Suriyada da hadisələr baş verəndə, vətəndaş müharibəsi baş verəndə Naxçıvandan 50-100 kilometr aralıqda baş verdi bütün proseslər. Yəni biz elə düşünməyək ki, qlobal müharibələr bizdən uzaqdır və bizə təsir eləmir. Bütün dünya iqtisadiyyatı bir-biri ilə bağlıdır. Nəqliyyat əlaqələri də bir-biri ilə bağlanacaqsa, Təkcə bu bizim buna də görə biz maraqlarımızdır. istəmirik. Yoxsa başqa səbəblər də var. Yəni mənə elə gəlir ki, regionda ayrı dövlətlərin nüfuz etməsi bu bizim milli təhlükəsizliyimizə təhdid formalaşır. Çünki Həm də iqtisadi cəhətdən bizə sərf eləmir, Əlbəttə. həm də ki, ümumiyyətlə bizim şərq layihəmizə, şərq ideyamıza, Türk dünyası ideyamıza sərf eləmir. Qafqaz İqtisadi evi- baxımdan, yəni bir siyasi baxımdan iki. sülh prosesini də çıxılmaz apara bilər. Biz bilmirik Amerika ilə Çinin münasibətləri bundan sonra hansı mərhələdə təbii pisə doğru mən nəzərdə tuturam inkişaf edəcək və nəticədə bu nəyə çevriləcəkdir və yaxud da Amerika bunu nəyə çevirmək istəyir. Bu 100 il ərzində, əgər 100 ildən gedirsə söhbət çox şeylər ola bilər. Amma bütün hallarda Şəlaq xan, bəlkə başqa bir səbəb də var ki, Azərbaycan istəmir. Yəni hər halda biganə deyil məsələyə. Təhlükəsizlik, Rəsmi heç nə deməsə də, amma biganə də deyil. Təhlükəsizlik məsələlərini artıq bizim həmkarlarımız vurğuladılar. Bir bənzətmə də aparaq. Məsələn, Trump körpüsü o ümumiyyətlə hakimiyyətə gələrkən dünyaya sülh vədi ilə gəlmişdi. Bunu nəzərə alsaq. Bütün ABŞ prezidentləri kimi. Hə, amma təəssüf ki, onlar reallaşmırdı heç zaman. Və Trump körpüsü ideyası hətta Qəzza ilə qərbi Qolan təpələrinin üzərində orada da bağlayıcı bir rol olaraq bu ideya irəli sürülmüşdü. Yəni o ərazidə, İsrail ərazisində. Lakin bu da reallaşmadı. Bilirik ki, hətta yanvarda bir atəşkəslə bağlı razılıq əldə olunsa da hal-hazırda yenidən İsrail aktivləşdi orada, vurmaqdadır. Hətta ən son sağlam yaşayış məntəqəsi olan Deyir Əl-Balaqda da artıq hərbi əməliyyatlara başladı və s. Yəni nəzərdə tutsaq ki, Amerika Birləşmiş Ştatlarının hətta dünyaya sülh vəd edən prezidenti olaraq Trump olsa belə, onun körpüsü sülh gətirmir, atəşkəsi təmin etmir və qanlı savaşlar davam eləyir və bu baxımdan nəzərə alsaq, Trump körpüsü Zəngəzurda baş verərsə, reallaşarsa, bu hansı təhdidləri öz bərabərində gətirəcək? Təbii olaraq Rusiya avtomatik olaraq Ermənistana hal-hazırda elədiyi siyasi, iqtisadi, diplomatik təzyiqləri hərbi fazaya keçirəcək. Bu bizim coğrafiyamızda birbaşa olaraq ikinci Ukraynanın, ikinci Suriyanın və s. kimi yaranma ehtimalını özündə bərabərində gətirir. Azərbaycana maraqlıdır ki, biz Naxçıvana maneəsiz dəhliz əldə eləyək. Təhlükəsiz, maneəsiz və bayaq dediyim məqam, heç kimin üzünü görmədən. Və maneəsiz keçidlə bağlı dünyada müxtəlif artıq təcrübələr var. Bu Şengen zonasında Green Lane, yəni yaşıl xətt kimi tətbiqlər göstərilə bilər. Hətta biz bunun sülh çərçivəsində Şimali və Cənubi Kipr arasında belə yaşıl xətt deyilən bir layihə həyata keçirildi 2000-ci illərdən indiyədək və bunun təcrübəsini biz görürük. Yəni ki, belə baxsaq Şimali Kipr Şengen zonası deyil, lakin bu var. Yaxud Kaliningrad modeli artıq nümunə göstərildi ki, bu var. Və bənzər modeli Ermənistan bizə tətbiq eləyə bilər. Və yox, tətbiq eləyə bilər, yox, etməlidir. Etməlidir və bizim tələbimiz də bundan ibarətdir. Bu dəqiqə iqtisadi maraq və s. qalsın bir qırağa, söhbət Azərbaycan ərazisindən gedir. Realpolitik açıdan biz baxsaq, Azərbaycan bu tələbi hərbi yolla reallaşdırmır. Biz demirik ki, biz Zəngəzuru hərbi yolla gələcəyik və açacağıq işğal faktorunu biz irəli sürmürük. Biz bunu danışıqlar və sülh kontekstində irəli sürürük. Və Ermənistan da bu təklifləri müsbət dəyərləndirərsə,
o zaman qlobal dəhlizlərin bir parçasına çevriləcək, blokadadan çıxacaq. Əks təqdirdə müxtəlif ideyalar gələcək buraya. Xaricdən, müxtəlif güc mərkəzlərindən ideyalar proyeksiya olunacaq Ermənistan coğrafiyasına, Zəngəzur dəhlizi ərazisinə ki, bu təhlükəsizlik təhdidlərini öz bərabərində gətirir. Ermənistan niyə istəyir ki, orada Amerika olsun? Ermənistanın istədiyini deyə bilmərik. Bütün bu təhdidlər onun üçün də olacaq. Biz Ermənistanın açıq şəkildə bunu istədiyini deyə bilmərik. Çünki Ermənistan rəsmi olaraq Tramp körpüsü ideyası səsləndikdən sonra, daha öncə Carnegie məsələsi ilə bağlı, orada bu ideya ilk olaraq ortaya atıldıqdan sonra Ermənistan Xarici İşlər Naziri səviyyəsində, daha sonra Paşinyan səviyyəsində, baş nazir səviyyəsində bunu təqzib elədi. Yox, Paşinyan təqzib eləmədi. Paşinyan hətta inkişaf elətdirdi biraz. Xeyr, yəni ən son Tramp körpüsü məsələsi ortaya çıxdıqdan sonra təqzib olundu bu. Amma söylədi, nəyi təqzib ediblər? Ümumilikdə Amerika Birləşmiş Ştatlarla belə bir razılaşmasının əldə olunduğunu təqzib ediblər onlar. Sadəcə təhlükəsizlik məsələsinin deyil, ümumiyyətlə razılaşmanın belə bir razılaşma əldə olunduğunu təqzib ediblər. Bir dəqiqə aydınlıq gətirsin. Və bundan sonra Rusiyaya gedir Paşinyan. Yəni ki, 2020-ci ilin 10 noyabr tarixində imzalanan üç tərəfli bəyanat və onun 9-cu maddəsində qeyd olunan məsələlər Rusiya üçün hal-hazırda da prioritetdir. Rusiya bu dəqiqə Ermənistan daxilində bütün nəqliyyat şəbəkəsinin belə deyək, əsas operatorudur deyə bilərik, monopolistidir və birbaşa olaraq Amerika gəlsin. Demək Ermənistan da istəmir. Yəni burada hal-hazırda 3 variant ola bilər. Ya yeni bir yol çəkilməlidir və bunun investisiyası Azərbaycanın, Türkiyənin, Ermənistanın darmadağın olub da o ərazi. Aydın məsələdir. Və bu yeni yolun çəkilməsində iştirakçıların pay bölgüsünü bəlkə Rusiya ilə razılaşdıra bilər. Lakin bunun təhlükəsizliyinin üçüncü bir gücə, regiondan kənar bir gücə verilməsi məsələsi region üçün təhlükədir. Aydındır. Mən ona görə soruşuram, Ermənistan bu təhlükəni hiss eləmirmi? Amma Şəhla xanım dedi ki, Paşinyan bir mənalı şəkildə istisna edir Amerikanı. Edirmi, etmirmi? Mən demirəm, bir təhlükəsizliyində iştirakının hal-hazırda belə bir razılaşma yoxdur dedi. Amma hal-hazırda bu təklif dediyim kimi Paşinyanın Rusiya səfəri öncəsində də gündəmə gəlməsi o deməkdir ki, Ermənistanın da bu məsələni Rusiya ilə razılaşdırmağa bir siyasi ehtiyacı hiss eləyir. Çünki başa düşür ki, bu Ermənistan özü üçün də müəyyən təhlükələr gətirəcəkdir. İstəyir, istəmir Ermənistan Amerika şirkətinin orada olmasını? Maddi olaraq, təbii olaraq istəyir. Çünki maddi olaraq Qərbdən də çox gözləntiləri var. Hətta biz nəzərə alsaq ki, 2023-cü ildə görüş keçirildi Avropa İttifaqı, Ermənistan və ABŞ-ın üçlüsü arasında. Biz orada hətta yəni orada hərbi yardımla bağlı vədlərin verildiyini, iqtisadi dəstəklə bağlı, maddi dəstəklə bağlı maliyyə yardımının vədlərinin verildiyi və hərbi təlimlər keçirildi 2024-cü ildə, 24-cü ilin son rübündə. Bu yaxınlarda Brüsselə və Parisə 25-ci ilin, bəli, 25-ci ilin yanvarın 14-də ABŞ-la strateji tərəfdaşlıq imzalandı və bu yaxınlarda Paşinyan özü Avropa turundaydı və bütün bunların fonunda təbii olaraq Paşinyan qərbpərəst bir hakim, yəni baş nazirdir, Ermənistan lideridir və bu baxımdan aydındır ki, iqtisadi maraqlar baxımından istərdi ki, orada bir dəstək olsun. Amma bunun təhlükəsizlik aspekti var. Bunun Rusiyanın razılaşdırılması bir ehtiyacdır və bu ehtiyac səbəbi ilə hal-hazırda Paşinyan Ermənistandadır. Daha doğrusu Paşinyan Rusiyadadır. Altay diyarına gedib və elə indicə Zaxarovanın açıqlaması var. Onun açıqlamasından belə məntiq üzə çıxır ki, Qərb istəyir ki, Azərbaycan-Ermənistan münasibətlərin normallaşmasını öz ölçüləri ilə ölçsün. Amma bu təəssüf ki, Brüsselin sırf belə konjunktur məsələsinə çevrilibdir. Orada isə əsas məqsəd özünü göstərməkdir, uğurları, siyasi uğurları öz adına çəkməkdir. Və Cənubi Qafqaz ölkələri istəyirlər ki, öz aralarında danışıb, yaxın qonşuları Rusiya, İran və Türkiyənin iştirakı ilə bu problemləri həll eləsinlər. Yenə üçüncü qüvvə tapıldı da, Rusiya üçün ənənəvidir bu. Nə demək istəyirdi Zaxarova və doğrudanmı elə Paşinyan bu razılığı almağa getmişdi, Zaxarovanın dili ilə deyildi, yox? Birincisi, Zaxarova deyəsən prosesdə yaxından izləmir. Brüssel formatı Azərbaycan-Ermənistan danışıqlarında artıq uzun müddətki sıradan çıxarılıb. Yəni, burada Brüsselin nə istəməsinin elə bir əhəmiyyəti yoxdur. Faktiki olaraq bu günləri Ermənistana ən çox təzyiq göstərə biləcək güc olaraq Amerika Birləşmiş Ştatları var ortada. Biden hakimiyyəti dövründə hər nə qədər Avropa İttifaqı Ermənistanda öz mövqelərini möhkəmləndirmişdisə, Trump gələndən sonra daha çox baskı artıq Ermənistan üzərinə məhz Trump hakimiyyəti tərəfindən həyata keçirilir. Bayaqki sualımızla bağlı bir məsələni qeyd edeyim. Ermənistan və konkret olaraq Paşinyan
o gücdə və yaxud da o imkanlarda deyil ki, kimisə istəsin orada olmasını və yaxud da kimisə istəməsin. O da doğrudur. Yəni Amerika Birləşmiş Ştatları Trump konkret mən orada olmalıyam deyəndən sonra Paşinyanın buna bu və ya digər şəkildə yox demək imkanları elə böyük deyil. Paşinyanın Bəlkə elə 6 aya gedir onu desin ki, mən neyim, mənə Paşinyan deyirlər bu belə. məsələ ilə bağlı iki dəfə açıqlama verib və ikisində də deyib ki, biz Zəngəzur dəhlizinə nəzarətlə bağlı bizim üçün ən məqbul olan hibrid modeldir. Bəli. Hibrid model. Bunu 2 dəfə deyibdir. Birinci dəfə yalnızdadırsa Avropa İttifaqının bir ixtisaslaşmış qurumu var idi. Kömrüklərə nəzarət və nəmnə qurumundan söhbət gedirdi. Onunla uzun müddət danışıqlar aparıldı ki, Zəngəzur dəhlizinə nəzarət həmin onlar vasitəsilə həyata keçirilsin. Onların həm hərbiləşdirilmiş strukturu var idi, həm texniki vəsait və s. Ondan sonra hakimiyyət dəyişikliyindən sonra, Trump gələndən sonra o məsələ atıldı bir kənara və hansısa Amerika şirkəti tərəfindən danışıqlara başladı. Paşinyan da həm Avropa İttifaqının maraqlarını bu və ya digər şəkildə təmin etmək istəyir, həm Amerika Birləşmiş Ştatlarının maraqlarını bu və ya digər şəkildə təmin etmək istəyir ki, təzyiqlər üzərinə olmasın. O baxımdan da sözün əsl mənasında və ya elə belə demədim, başını itirib. Və burada təkcə Rusiyanı bu və ya digər şəkildə razılaşdırmaqdan da söhbət getmir. Ortada İran var. Bu günləri Ermənistan üçün ən vacib qapılardan biri olan İran var. İranın maraqlarını necə təmin eləyəcəkdir? Bəli, maraqlı sual elə budur. İranla Ermənistan arasında biz bilirik də 35 kilometrlik cəmi bir sərhəd zolağı var. Yəni Naxçıvan Ermənistan sərhədindən başlayır, Zəngilan istiqamətindən Araz boyu 43 deyil ora. 35 kilometr. Ümumi 35-dir. Fiziki saysaq. 35 kilometrlik bir sərhəddən söhbət gedir və bir dənə də cəmi qapısı var. Bəli. O da hardadır? İranda Azərbaycan ostandarlığında, yəni Culfa istiqamətində. Nordozdan keçir. Oradan keçəndən sonra onun da bir tərəfi də Naxçıvandakı Culfaya çıxır da, eyni məntəqəli. Baxın, Oraba qovşaq olacaq dediyiniz ərazi. Hələ baxın, demək sərhəddən keçdilər mi bunlar? Bəli. İrandan girdi Ermənistana. Bəli. Hara girir? Məğriyə. Məğridən keçir Qafana, Qafandan keçir İrəvana. Düzdürmü? Dorus yolu ilə. Yol budur. Bu yol hardan keçir? Azərbaycanla sərhəd. Naxçıvanın Kərki kəndindən. Hal-hazırda erməni işğalı altında olan Kərki kəndindən. M2 trası. Əgər qara yolla danışırıqsa, bəli, oradan keçir. Yəni bu günləri o Zəngəzur dəhlizində bu və ya digər şəkildə Ermənistanın hansı formada İranla razılığa gələcəyi, o sərhəd xətti necə həyata keçiriləcəyi, sərhəd xətti də daha çox yox, kömrük əlaqələri necə tənzimlənəcəyi, ondan sonra münasibətləri necə olacağı da Paşinyan üçün çox qaranlıqdır. Yəni doğrudan vəziyyət Ermənistan üçün o qədər də ürəkaçan deyil. Və elə indi bir məlumat daxil oldu ki, Mişustinlə Paşinyan görüşüblər Altayda və müzakirələr aparıblar. Burada Ermənistan-Rusiya münasibətləri iqtisadi, ticarət, elmi, texnoloji və mədəni humanitar sahələrdə olubdur. Hələlik bu barədə məlumatdır. Yəqin ki, bu daha geniş məlumat veriləcək. Amma yeri gəlmişkən biz dünən də müzakirə edirdik. Azalın təyyarəsinin vurulması ilə bağlı daha bir detal üzə çıxıbdır. Artıq bizdə döyüş növbətçiliyində olanların dəqiq adları, soyadları və vəzifələri çap olundu. Yəni bu məsələ də gedir. Amma bütün hallarda mənim bu məsələ çox düşündürdü. Ola bilərmi elə Paşinyan gedir, desin ki, Amerika artıq təzyiq eləyir və Rusiya məcburuq ki, icazə verək. Zaxarovanın da cavabı oldu ki, yox, biz icazəni verməyəcəyik. Yəni son açıqlamasını əgər əsas götürsək. Buna oxşuyurmu? Əlbəttə, Rusiyanın maraqları burada ənənəvidir. Rusiyanın özünün ideoloqları, politoloqları, strateqləri bura öz təsir dairəsi kimi nəzərdən keçirdirlər. Və Ermənistan da burada baxmayaraq ki, hakimiyyət dəyişikliyi baş verib, Rusiya əleyhinə kifayət qədər ciddi addımlar atılmışdır. Hələ də Ermənistanı Cənubi Qafqazda əsas forpost kimi görürlər. Yəni hakimiyyətin dəyişdirilməsi, Paşinyanın uzaqlaşdırılması, özlərinə layihəli hansısa bir hakimiyyətin gətirilməsi haqqında da fikirlər var. Elə maraqlı müzakirə gedir və mən elə bir fikir ağlıma gəldi ki, əslində bu versiyanın Amerika Birləşmiş Ştatlarının nəzarətində Zəngəzur dəhlizinin idarəçiliyi hazırki dönəmdə təsadüfən ortaya atılmayıb. Yəni
Bəlkə də Amerika Birləşmiş Ştatları bunu bilərəkdən hazırki dövrdə ortaya atıb. Çünki Paşinyanın çox ciddi sınaq qarşısında olduğunu deyə bilərik. Qarşıdan parlament seçkiləri gəlir. Və elə Amerika Birləşmiş Ştatlarının tez-tez adının regionda olması ilə bağlı hallanması Paşinyana bir növ siyasi dəstək baxımından da dəyərləndirilə bilər. Və Rusiya səfərində də sanki seçkilər ərəfəsində bir zəmanət almaq xahişi də ola bilər. Bizim bir dəqiqəlik fasiləmiz olacaq. Fasilədən sonra davam etdirək. Но в этой истории у меня собственная история. Districts had nearly no Armenian inhabitants and were left abandoned. He has several questions, and the time has come to answer them. Ты не знаешь окрестности, ты не знаешь, куда идти, у тебя нет телефона. Когда это все началось, я ему сказал, что записывай рядом со мной. ...25 iyul saat 22'de. Bugünkü görüş necə keçdi? Hər şey kiçik problem var idi, həll elədik. Ailə bağlarını gücləndirən hər an qiymətlidir. Müzakirəmiz davam edir. Bir məqama gəldik, çatdıq. Mən istəyirəm İsmail bəylə bir məsələni soruşum. İsmail bəy, məni eşidirsiniz? İşliyorum, evet. Bax, indicə mən Zaxarova'nın açıqlamasını söylədim. Zaxarova dedi ki, regionda bütün məsələləri Azərbaycan və Ermənistan da istəyir ki, Rusiya, İran və Türkiyə eləsin. Başqa bir kənar qüvvə olmasın burada. Bu cavab idi mi ki, Amerika olmasın? Ermənistan Rusiyadan soruşub, Rusiya da cavabı bu şəkildə verib. Belə qiymətləndirmək olar mı? Şimdi şöyle, yani ben az önce Türkiye, Ermenistan, Azerbaycan üçlüsüne İran bile olmasın derken burada Rusya şunu söylemiş olabilir. Tamam Amerika olmasa ama ben İran'a da razıyım manasında en azından dörtlü olabilir diyebilir. Çünkü Amerika Birleşik Devletleri'nin Zengezur bölgesine gelmesi demek, buraya NATO'nun girmesi demek aynı zamanda. Bunu da belirteyim. Çünkü Ukrayna-Rusya savaşının sebeplerinden bir tanesi neydi? Ukrayna'nın NATO'ya girme hamleleriydi. Şu anda ateşkes pazarlıkları yapılıyor. En son dün İstanbul'da 3. görüşme yapıldı. Evet. Bu görüşmelerden ve ateşkesin ve kalıcı barışın şartlarından bir tanesi, maddelerden biri ne? Ukrayna'nın NATO hevesinden vazgeçmesi. Yani Amerika NATO ile bu coğrafyaya girer düşüncesiyle Rusya'nın burada bir yumuşak karnı var, bir hassasiyeti var. Ukrayna'da bugün yekün bir savaş devam ederken NATO girecek diye Zengezur gibi tarihin en önemli kavşak noktalarından birisine Amerika'nın girmesi, NATO'nun girmesi olacağından dolayı Zaharova'nın açıklamasından Amerika girmesin ama biz İran'a razıyız diyebilir. Çünkü İran'la Rusya'nın da ilişkileri sıcak. Yani o nedenledir ki İran'a razı olunabilir. Bu bir pazarlık konusudur. Ben İran girmesin dedim mesela birinci oturumda. Eğer Amerika mı İran mı derseniz o zaman İran girmeli. Yani Amerika'nın burada işi olmamalı. Burada ben de bu konuda özellikle vurgulayarak belirtiyorum. Amerika'nın buraya girmesi uzun vadede sıkıntı olur. Şunu belirtelim, yani Biden döneminde öyleydi, Trump döneminde böyleydi demeye gerek yok. Amerika Birleşik Devletleri'nde müesses bir nizam vardır. Ve müesses nizamın kararlarını başkanlar uygulamakla mükelleftirler.
Yani başkanlar Amerika'da tek başlarına karar veremezler. Amerika'nın üstünde 5 tane daha müesses nizamı makamları vardır. Bunlar yazılı olmasa da 5 tane müesses nizam başkanın üzerindedir. Hegemonik güç olarak ve başkan buna riayet etmek zorunda olan memur zihniyetinde ve mantığıyla yönetilirler. Eğer başkan, Amerika başkanının Trump olması, Biden olması veya daha sonra başka birinin olması bu sistemi değiştirmez. Bu müesses nizamın kararlarına uymayacak olan başkanlar ya azledilme girişimiyle bir hamle gerçekleştirilir veya Kennedy suikastı örneğinde olduğu gibi bir suikastle aradan çıkartılma girişimi yapabilecek kadar Amerika müesses nizamı gözü karadır. Bunu belirtelim. Amerika müesses nizamında hangi başkan müesses nizamın kararlarına uymadıysa suikasta kurban gitmiştir. Ya öldürülmüşlerdir ya da ağır şekilde yaralanmışlardır. Yani bütün suikasttaki başkanlar ölmemiştir ama öldürülenler var. Bu nedenledir ki uzun vadeli düşünmek lazım. Bu Zengezur koridorunda Biden'a, Trump'a göre politika geliştirilemez. Uzun vadede biz Türkiye, Azerbaycan ve Türk dünyası olarak bizim için artılar ve eksiler nelerdir'e bakmamız lazım. Benim fikrimce eksileri çok çok daha büyüktür. Çünkü uluslararası ilişkilerde bir ay sonra, bir hafta sonra neler olacağını bilemeyiz. Bir gün çok uzundur, bir yıl çok kısadır diye rahmetli Demirel'in siyasette bir lafı vardır. Öyle. O nedenledir ki 100 yıl için oraya Amerika Birleşik Devletleri'nin bir şirketle 1000 kişilik bir askeri gücüyle oraya girmesi tehlike oluşturur. Amerika mı, İran mı derseniz Türkiye, İran, Azerbaycan, Ermenistan en kötü ihtimalle dörtlü konsorsiyum. Bana göre üçlü konsorsiyum ideali ama olmazsa İran sınır olduğu için yani kötünün iyisi manasıyla razılaşılabilir. Bunu da Zaharova belirtmiştir esasında. Rusya olsun olmasın? Olsun diyor. Sizce? Rusya olmamalı. Olmamalı. Rusya buradaki sıkıntısı şu. Rusya 1991 yılında Ermenistan'la imzalamış olduğu sınır güvenlik anlaşması var. Evet. Rusya oradan çıkmak istemiyor. Yani Amerika nasıl girmek istiyorsa Rusya da tam tersi çıkmak istemiyor. Rusya'da uzun vadede sıkıntı olabilir. Bu işi başta çözmek lazım. Başlangıçta Yani Rusya olmasın dediniz. Rusya'da olmasın, Amerika'da olmasın, evet. Ama bizim Rəşad müəllim dedi ki, Rusiyanın olması daha optimal variantdır. Mən doğru mu başa düşdüm sizin fikrinizi? Ən azından indiki mərhələdə, yəni Ermənistana təzyiqləri minimallaşdırmaq baxımından, amma tək başına Rusiyanın olmasından söhbət birgə şirkət dediniz, bəli. Konsorsium olacaqsa, Azərbaycan olacaqsa, Türkiyə olacaqsa o konsorsiumda, onda Rusiyanın da olması böyük bir problem yaratmaz. Söz sahibi olmadan yetkilendirmesi kısıtlanmış bir şekilde belki. Azərbaycan Türkiyə olanda söz sahibi ola bilməyəcək də tək başına təbii ki. Çünki bu dəhliz əslində Rusiyanın da müəyyən mənada şərq-qərb dəhlizini nəzərdə tutsaq, Rusiyanın uzaqlaşdırılması üçündür. Amma nəzərə alsaq ki, Zəngəzur dəhlizinin şərqi Zəngəzur hissəsindən keçən şimal-cənub dəhlizinin parçası da olacaq. Bizə şəxsən Azərbaycana kiminsə kənarlaşdırılması heç cür sərf eləmir. İqtisadi baxımdan da, elə siyasi baxımdan da. Bizdən olsa Çin də qoy burada rahat alverin eləsin, Rusiya da nəqliyyatdan istifadə eləsin. Yəni biz əslində bunu istəyirik. Amma dinç yolla, şərt qoymadan, diktə eləmədən. Hocam, bu ideal model budur. Biz burada iyi niyetle herkes buradan istifade etsini düşünüyoruz ve istiyoruz. Ama Amerika'sı, Çin'i, Rusya'sı veya Avrupa'dan herhangi bir başka ülke, Fransa'sı buraya hegemonik amaçla stratejik üstünlük elde etme amacıyla gelmektedir. Yani buna dikkat etmek lazım. Biz ticari olarak ve Türk dünyasıyla bütünleşmek, bağlantı kurmak için duygusal olarak düşünüyoruz. Onlar stratejik hedef ve stratejik noktayı ele geçirme, yönetme amacıyla gelecekler. Bu nedenledir ki Rusya'sı da, Çin'i de, Amerika'sı da aynıdır. Hatta burada İran'ı da stratejik olarak düşünmek lazım. İran da burada komşuluk ilişkilerinden ziyade stratejik olarak orada olmak, o konsorsiyumda olmak istediğini ortaya koymaktadır. Hani İran'ın sınır olduğundan dolayı bir nebze orada olması kabul edilebilir, tolere edilebilir, arada kaynaştırılabilir. Ama İran, düzeltiyorum, Çin, Rusya, Fransa, Amerika Birleşik Devletleri, hatta İngiltere, ben Londra, Pekin arasında bu işletmeyi biz kuruyorsak
İngiltere dese ki ben de olsam İngiltere hepsinden daha tehlikeli. Buna böyle bakmak lazım. Elədir. İsmail bəy, bu gün adını çəkdiyimiz o ölkələrin içərisində bizim əgər ana əsas istəyimiz, bir nömrəli istəyimiz Türk dünyasının birliyinə nail olmaqdırsa, quru əlaqəsi yaratmaqdırsa, adını çəkdiyimiz ölkələrin içərisində bunun əleyhinə olan bir nömrəli dövlət İrandır. Yəni bu günlər Hər halda Britaniya deyil. İran o Türk dövlətlərinin əhatəsində qalmaq qorxusunu yaşayır və ona görə də onu en başta birinci oturumda söyledim. İran Türk dünyasıyla Türkiye bakış açısı menfidir dedim zaten. Mən də ona görə deyirəm, İranın indi gəlib burada bu və ya digər şəkildə Zəngəzur dəhlizindən nəzarətdə pay alması bizim heç bir maraqlarımıza cavab vermir. Orada hemfikiriz. Bakın ben burada bir cümlem yanlış anlaşılmasın. Amerika, Rusya, Çin, İngiltere, Fransa gibi ülkeleri düşünüyorsak onların yerine sınır komşusu olduğu için yetkileri sınırlandırılmış ve daraltılmış bir şekilde İran kabul edilebilir dedim. Olmalı demedim bakın. Ama buradaki diğer ülkelerin tamamı Dediniz en tehlikelisi Britanya'dır. Tehlikeli mi? Tehlikelisi. Bakın dünyadaki en tehlikeli ülke stratejik olarak İngiltere'dir. İngiltere Amerika'ya senaryo yazar oynar mesela. Hani meşhur bir Kızılderili lafı vardır. İki balık kavga ediyorsa İngilizler oradan geçmiştir diye. Bugün İngiliz siyaseti öyle bir siyasettir ki her yerdedir ama yoklardır. Her yerdedir ama görünmezler. Bu nedenle İngiltere çok tehlikelidir. İngiltere bugün Çin'in ekonomisinde de var. Çin'in siyasetinde de var. Çünkü Çin ile İngiltere bugün o Demir İpek Yolu'nu birlikte inşa etmektedirler. Evet. Aynı zamanda Deniz İpek Yolu dediğimiz Pasifik bölgesinden gelecek olan Kızıldeniz'i, Basra Körfezi'ni, Doğu Akdeniz bölgesini birlikte kullanacakları projede de İngiltere var. Evet. Ve İngiltere Amerika'ya bugün şey diyor, İkinci Dünya Savaşı'ndan sonra sana vermiş olduğum batıdaki ekonomik vekalet gücünden artık çık, ben buraya hegemon olmak istiyorum diyor. Ve aynı zamanda da Çin'i kontrol etmek istiyor. Çin'le birlikte yeni bir dünya inşa ediyor ama Çin'i de kontrol etmek istiyor. Bunu da göz ardı etmemek lazım. Sözsüz. Teşekkür edirəm İsmail bəy, teşekkür edirəm, minnətdaram sizə. Çox maraqlı və hər tərəfli izahınıza görə. Burada bir sual yaranır. Əgər belədirsə, söylədik, Türkiyə ilə birgə bir Çin şirkəti və yaxud da Çinin özü olarsa necə olar? Bilirsiniz, müxtəlif variant, 100-dən artıq variant saymaq olar. Nə aydındır ölkələrin sayı nə qədərdirsə? Ermənistan hansını qəbul eləyəcək? Çini qəbul eləyər. Məsələ orasındadır. Ermənistan Çini Rusiya da qəbul eləyər. Ermənistan Çini qəbul eləməsini Amerika Birləşmiş Ştatları qəbul eləməyəcək. Avropa İttifaqı qəbul eləyər. Amerika Birləşmiş Ştatları qəbul eləməyəcək. Amerika Birləşmiş Ştatlarının orada olmasının ən böyük səbəbi ondan ibarətdir ki, dəhlizə nəzarət eləyib, Çini bu və ya digər şəkildə nəzarətdə saxlaya bilsin. Baxın da, bu dəhlizin 3 yolu var da, düzdürmü? Şimal yolunun üzərində müharibəni çıxartdılar, Rusiya-Ukrayna müharibəsi gedir. Cənub yolunun üzərində Qırmızı dənizdə İsrail, Hüsilər, aləm qaçıb, bir dənə orta dəhliz qalıb. Orta dəhlizdə də müharibə artıq bitib, yəni Azərbaycanla Ermənistan arasında olan müharibə bitib. Ən optimal bu qalır və ona görə də hamı düşüb indi bu dəhlizin üzərinə. O nəzarət istəyir, bu nəzarət istəyir. O konsulluq açır, bu konsulluq açır. Burada ən optimalı ondan ibarətdir ki, Ermənistan ümumiyyətlə Azərbaycanla razılaşır. Azərbaycanla razılaşır, bizim şərtlər daxilində yol açılır. Ermənistan da orada heç kimdən hər hansı bir şey bölmür. Ay Amerika şirkəti gəldi, ay Çin şirkəti gəldi, ay o oldu, ay bu oldu. Bizə sadəcə olaraq dediyim şərtlər daxilində təmas olmadan, yoxlama aparılmadan bu qərarı verəcək müstəqilliyi yoxdur Paşinyanın. Mən onu deyirəm də, problem ondadır. Baxın, problem odur ki, bunlar kimsə gələcəyini ehtimal eləmək olar və əslində mənə elə gəlir ki, bax indi Rusiya Xarici İşlər Nazirliyinin daha bir açıqlaması var. Azərbaycan tərəfindən saxlanılan rusların azad edilməsi Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olar. Yəni artıq biraz bu mövzulara keçir Rusiya Xarici İşlər Nazirliyi, amma hər halda mən istəyərdim Elmir Səfərli ilə danışaq, iqtisadçı alimimiz və ekspertimiz. Salam Elmir bəy, salam. Salam, hər vaxtınız xeyir. Sözsüz ki, biz Zəngəzur dəhlizindən danışırıqsa, bunun siyasi tərəfləri burada çox söylənildi. Amma bu bir iqtisadi layihədir. Və iqtisadi layihə olaraq hansısa bir ölkənin burada olmaması və yaxud da fəaliyyətinin məhdudlaşdırılması
bu layihənin özünün belə uğurunu aşağı sala bilər. Söhbət nədən gedir? Yəni Çinsiz bu layihənin əhəmiyyəti qalırmı? Söhbət Azərbaycana hissəsindən getmir. Təbii ki, bizim üçün nə iqtisadi, nə yox, bunun bir mənəvi tərəfi var ki, biz öz torpağımıza sərbəst, heç kimin üzünü görmədən gedib gəlmək istəyirik. Amma bütövlükdə biz axı hər halda bütün tikilən infrastrukturda iri bir gediş-gəliş üçün nəzərdə tutulubdur. Elə Ələt də ona görə böyüdülür. Eləsinə Zəngəzur da bu təkcə Naxçıvan, Azərbaycandan Naxçıvana getmək üçün, yəni bizim hissəmiz ki, hazırda artıq sərhəddə qədər, bu təkcə onun üçün nəzərdə tutulmayıb, aydındır. Yəni həcminə və s. baxanda artıq bu aydın olur. Bu sərf eləyərmi və ümumiyyətlə bu real görünürmü? Əslində belə deyək, bu proseslər başlanılandan ümumilikdə nəzərdə tutsaq, Azərbaycanın dünyadakı nüfuzunun artması, burada siyasi və iqtisadi nüfuzunun artması təbii ki, eyni zamanda Zəngəzur dəhlizinin də iqtisadının önəmini artırmaqdadır. Bildiyiniz kimi bugünə kimi biz bütün layihələrimizi, bütün Avropaya gedən logistik yollarımızı hamısını Bakı, Tbilisi, Türkiyə, Qars, yəni bu dəmir yolu xətti və eyni zamanda yol xətti üzərindən aparmışıq və eyni zamanda bütün yollar hamısı Azərbaycan, Gürcüstan, Türkiyə üzərinə getmiş. Çünki bugünə kimi bu problem olaraq qalmışdır. Lakin artıq Zəngəzur dəhlizinin mövzunun açılması, Orta Dəhliz layihəsinin uzantısı olaraq təbii ki, Çindən gələn yüklərin, tranzit yüklərini artıq əvvəlki qaydada digər alternativ infrastruktur yollarının getməsi ilə deyil, birbaşa olaraq Orta Dəhliz yolunun davamı olaraq Tarixi İpək yolu ilə getməsi bu dəqiqə bütün dövlətlər tərəfindən aktual hesab olunur. Düşünün, Çindən gələn bütün yüklər, tranzit yüklərin hamısı Mərkəzi Asiya vasitəsilə, Xəzər dənizi vasitəsilə gəlib Azərbaycandan keçib gedir. Burada təsir edici faktorlar nələrdir? Birinci növbədə zamandır. Yəni zaman baxımı olaraq söhbət hansı həcmlə gedir? Necə? Həcmi nə qədərdir bax o yük daşımaların? Burada ilkin olaraq nəzərdə tutulan birinci növbədə bir qisim, yəni Çindən ümumiyyətlə Avropaya gedən yüklərin bir qismi. Təxmini olaraq yük tonnaj olaraq deyə bilmərəm bunu. Çünki o çəkilən yolun həcmi və ümumilikdə yol buraxılma nöqteyi nəzərindən əlverişliyi deyəcək bunu gələcəkdə. Amma indiki halda ümumilikdə nəzərdə tutulur ki, hal-hazırda gedən bir neçə aktiv yol var. Hansı ki, biri İran üzərindən gedir, dəniz üzərindən gəlir İrana və İran üzərindən artıq Avropaya nəql edilir. Burada birinci mərhələ bu yüklərin yarısının demək olar ki, Azərbaycan üzərindən keçirilməsidir, ortalama olaraq. Və burada iqtisadi əlverişlilik bundan ibarətdir ki, Çindən gələn yüklərinin əgər Azərbaycandan Zəngəzur yolu ilə keçib Avropaya nəqli logistikası mümkün olarsa, burada birinci növbədə zaman baxımından xeyli irəliləyiş olacaq. Çünki ortalama olaraq 2 aya, 60 günə əgər Çindən Avropaya hansısa translogistik yol vasitəsilə yüklər çatdırılırsa, Azərbaycan vasitəsilə bu maksimum 30-45 gün arasında həll olunacaqdır. Hətta gələcəkdə nəzərdə tutulub ki, iqtisadi olaraq buradan keçən xüsusi sürətli dəmir yol xətlərinin çəkilişi də nəzərdə tutulsun və bu zaman baş verərsə, o zaman düşünülür ki, bu 20 günə qədər də qısaldıla bilər. İkinci məsələ, maliyyət məsələsi. Çünki bir translogistik yol xəttinin çəkilməsi və daşınmasında önəmli olan əsas məsələ daşınma maliyyətinin azalmasıdır. Və indiki yolla, Zəngəzur yolu ilə gedən yüklərin maliyyətinin azalması da təbii ki, digər ölkələrin, böyük şirkətlərin və eyni zamanda bu yoldan istifadə edənlərin üçün maraqlıdır. Üçüncü, buradan bu yolların keçməsində maraqlı olan ölkələr təbii ki, gömrükdən qazanacağı pullarla iqtisadi effektivliyini artıra bilər. Yəni, bu büdcəyə daxil olmalıdır. Təbii ki, nəzərdə tutsanız ki, bu yol vasitəsilə minlərlə, yüz minlərlə avtomobillər, eyni zamanda yük maşınları buradan keçəcək və bunların hamısının gömrükləşdirilməsi, tranzit gömrüklərinin alınması, burada müəyyən vergilərə cəlb olunması, torpaq bastı və s. Bütün bunların hamısının bu milyardlarla büdcə pullarının daxil olması demək. Təbii ki, ona görə bir çox ölkələr bundan maraqlıdır və
digər bir məsələ sistemlərin vahidləşdirilməsidir. Yəni burada təbii ki, valyuta sistemlərinin rolu əhəmiyyətlidir. Burada iqtisadi, monetar sistemlərin rolu əhəmiyyətlidir. Burada ölkələr arası vahid gömrük sistemlərinin qurulması, təbii ki, bunlar arasında olan ticari gömrük faiz hədlərinin dəyişməsi önəmlidir. Burada artıq böyük bir iqtisadi anlaşmaların canlanması əhəmiyyətlidir. Və bu baxımdan düşünürəm ki, artıq orta dəhliz layihəsinin bir istiqaməti və bir hissəsi olaraq Zəngəzur dəhlizinin davam etdirilməsi və eyni zamanda Avropa ilə Asiyanın birləşdirilməsində ona görə bir çox ölkələr artıq maraq dairələrini genişləndirməyə başlayıblar. Və hətta burada təbii ki, Çinin özü də maraqlıdır. Çünki Çinin özünə yüklərin qısa müddətdə çatdırılmasında ən çox da zaman və maliyyət baxımından ucuza başa gələcəyi üçün şirkətlər arası danışıqlar, ölkələr arası ticari danışıqların artırılmasında Çin daha çox maraq göstərir. Yəni Çinsiz bu layihənin Amerika istədiyi kimi Orta Asiya üzərindən yalnız yüklərin daşınması, Çin olmasın bir əhəmiyyəti varmı? Yəni Orta Asiyadan nə qədər yük daşınacaq? Əhəmiyyəti var, amma Çinin olduğu qədər əhəmiyyətli deyil. Baxın, təbii ki, burada da əhəmiyyətlilik var. Hər bir tranzit yolu var, amma nisbətdə. Amma yəni təbii ki, faydalı effektivliliyi o qədər olmayacaq. Çünki birmənalı şəkildə burada əsas məqsəd orta dəhlizin davamı olaraq bunun getməsidir. Çünki burada birmənalı şəkildə Çindən istehsal olunan malların, məhsulların Avropaya çatdırılması, digər ölkələrə çatdırılması əhəmiyyətlidir. Çünki bugün bilirsiniz ki, Çin bu danılmaz faktdır ki, əsas istehsal ölkəsidir. Bəli. Bu günləri böyük şirkətlər bütün və Avropada böyük bazar deməkdir. Doğrudurmu? Təbii ki, əlbəttə. Və Çin bazarı bu günləri böyük şirkətlərin çoxu artıq istehsal müəssisələrini Çində qurmağa başlayırlar. Avropa şirkətləri də, digər xarici ölkələrin şirkətlərinin fərqi yoxdur. Bunlar öz məhsullarının daşınması və logistikası baxımından da təbii ki, Çinin burada iştirak etməsi, bu layihədə olması qaçınılmazdır. Və mən düşünürəm ki, burada Çinin olmaması şərtində təbii ki, bütün ölkələr çox mənada iqtisadi effektivliyini itirəcək. Hər halda nəzərə alaq ki, Avropada təxminən yarım milyard əhali yaşayır. Doğrudurmu? Mən rəqəmi səhv demədim ki. Və bu əhalinin də elə lazım olan tələbatın ödənilməsi məsələsi böyük əksəriyyəti bu dəqiqə Çinin üzərindədir. Yəni onun istehsalı üzərindədir. Ona görə burada Çinsiz mən bilmirəm. Yəni siz də dediniz, bunun iqtisadi tərəfi aydındır. Bu ölkələrin mövqeyi indi mən soruşacağım Şəhla xanımdan, amma reklamlardan sonra. Bizim müzakirəmiz davam eləyir. Siz də reklamlara baxdınız. Reklam öncəsi isə mən dedim ki, bu qədər ölkə bu məsələdə maraqlıdırsa və Zəngəzur dəhlizi əslində bu ölkələrin iqtisadi, siyasi maraqlarına xidmət eləyirsə, o zaman bu qədər ölkə yığışıb bir konsorsium yaradıb, misal üçün təminatçı rolunu oynamaqla, yalnız bu icra prosesində əlbəttə heç bir iddiası olmadan və yaxud da Ermənistana bu məsələnin sürətləndir təzyiqini etməklə məsələnin reallaşmasına nail ola bilərlərmi? Hər halda bu adı çəkilən dövlətlərin hamısının Ermənistanla da Azərbaycanla da münasibətləri yaxşıdır. Mənə sual Bəli, sizədir. Bəli, Elçin müəllim, əslində Türkiyə prezidenti cənab hörmətli Sayın Erdoğan Ermənistan tərəfinə ünvanladığı mesajı idi əslində. Bu dedi ki, Azərbaycanla bir konstruktiv mövqeyə gəlsələr, ortaq mövqeyə gəlsələr, bu Ermənistanın faydasına xidmət eləyəcək. Eyni zamanda beynəlxalq maraqlı tərəflərin
yəni bu layihənin reallaşmasında maraqlı olan tərəflərin maraqlarının reallaşmasına xidmət eləyəcək. Əslində bu təzyiq vasitəsi deyil, təşviq vasitəsi idi. Yəni bu layihədə iştirak edən dövlətlərin heç biri Ermənistana Rusiya qədər və digər qlobal güclər qədər təsir edə bilməz. Onlar sadəcə cənab Erdoğan dediyi kimi təşviq edə bilərlər ki, yəni layihənin açılması hər bir tərəfin marağınadır. Lakin burada artıq digər həmkarlarımızın da daha öncəki müzakirələrdə vurğuladığımız kimi Ermənistana real təzyiqlərdən söhbət gedir və bu təzyiqlər Ermənistanın gələcəyini, eyni zamanda Paşinyanın hakimiyyətinin davamlılığının təmin olunması məsələsi üzərində qurulub hal-hazırda. 2026-cı ilin iyulunda Ermənistanda parlament seçkiləri olacaq və bu parlament seçkilərində hakimiyyət davamlılığı məsələsi ortaya qoyulacaq. Hətta bu dövrdə eyni zamanda Ermənistanın konstitusiya məsələsi də gündəmə gələcək. Çünki artıq vurğulanıb ki, 2027-ci ilin yanvarındakı bu məsələdə artıq bir qərar qəbul olunacaq. Paşinyan hakimiyyətini qoruyarsa, artıq 2027-ci ilin yanvarında konstitusiya məsələsində düzəliş məsələsi reallaşacaq. Və bu qorunması üçün hal-hazırda Rusiya ilə aktiv dialoq çərçivəsindədir. Məhz qoruya bilməsi üçün dezinformasiya xarakterli məlumatları təqzib eləyir. Yəni həm bölgədə varlığını qoruya bilməsi üçün burada sadəcə Qərb deyil, eyni zamanda Rusiyanın maraqlarını, İranın maraqlarını uzlaşdırması vacibdir Paşinyan üçün. Və bu olacağı təqdirdə 2027-ci ilin yanvarından sonra mən bu ilin dekabrında Zəngəzur dəhlizinin açılacağı iddiası qədər pozitiv düşünmürəm sözün açığı. Bu o qədər tezliklə reallaşa biləcək bir layihə deyil. Çünki burada artıq qeyd olunduğu kimi çox tərəfli maraqların ziddiyyətli toqquşması var. Və ən azı bir kağıza razılaşma ola bilər. Hələ dərhal ki işə düşmür ki, Azərbaycan Ermənistan arasında bir çərçivə sazişi imzalana bilər, lakin bu artıq o deməkdir də, yəni təxminən biz də onun nəzərdə tuturuq. Sülh istiqamətdə ki, bu Paşinyan hakimiyyətinin qorunmasına bir dəstək də ola bilər əslində. Lakin amma bir şey unutmayaq ki, Paşinyan əgər seçkidə biz düşünürüksə ki, nəsə uğur qazanmaq istəyir, onun Türkiyə ilə sərhədinin açılması çox lazımdır. Bəli, Zəngəzur dəhlizinin artıq reallaşması dekabr üçün bu biraz çox... Yox, reallaşması yox, ən az razılaşmanın... Tarix yaxşı tarixdir. Tarix gözəl tarixdir, amma reallığa baxaq da, adamların dəmir yolu yoxdur, nəqliyyat çuğuru yolu yoxdur. Heç kim bu dəqiqə demir ki, oradan qatarlar işə düşəcək, aydındır. Yəni bu inşaat prosesində ümumiyyətlə başlamayıb Ermənistan. Azərbaycan tərəfi gələn ilin mart ayında qədər, gələn ilin yazında artıq bitirəcək inşaat prosesini. Türkiyə tərəfi artıq 2,4 milyard avroluq bir layihə ilə bağlı razılaşdı. Paşinyanın sözçüsü də dedi ki, biz o 42 kilometri niyə təmir edəydik ki, bizə nəyimizə lazım idi? Ermənistan tərəfində heç bir iş yoxdur. Hətta yəni niyə təmir edib? Bizə heç bir, yəni həqiqətən də nə eyninə, nə uzunluğuna ümumiyyətlə heç bir aidiyyatı yoxdur və heç bir rol da oynamır. Cənab Prezident Şuşa forumunda bəyan etdi ki, Sovet dövründə bu yol Azərbaycanın dəmir yollarının balansında oldu. Qafan stansiyası belə Azərbaycan balansındaydı. Azərbaycan dəmir yollarının balansında olan bir yolun əslində gələcəkdə tikintisi üçün Azərbaycanın investisiya dəstəyi bəlkə təklifi dekabr ayına kimi bəlkə ona bağlı bir razılaşma əldə olunarsa, burada Azərbaycanın, Türkiyənin, Ermənistanın ortaq iştirakı ilə bir razılaşma əldə olunarsa, əslində bu Paşinyan hakimiyyətinin qorunması istiqamətində mühüm dəstək ola bilər. Sadəcə bu məsələnin Rusiya ilə razılaşdırılması aktiv olaraq gündəmdədir hal-hazırda ki, əgər bu razılaşma da əldə olunarsa, yaxın gələcək üçün bu istiqamətdə müəyyən bir irəliləyişlər əldə oluna bilər. Biz icazə verirsə Elmir müəllim, mən bir sual da verim. Elmir müəllim, bax indi Rusiyanın baş naziri ilə Ermənistanın baş nazirinin görüşü keçirilir hazırda 6 ayda və biz neçə müddətdir bunu deyirik ki, Ermənistan xeyli şanslar qazanıbdır. Rusiyanın ümumiyyətlə təcrid dövründə bütün qeyri-rəsmi nəqliyyatlardan və s. gəlirləri əldə etmək yolu ilə Ermənistan büdcəsinə pul, yəni qaçır. Bütün mümkün məhdudiyyətlərdən Rusiya Ermənistan üzərindən qaçır. Doğrudurmu? Gəlirləri də artıb. Faktik belədir. Bundan da məhrum olmaq istəmir. İndi məntiqlə düşünək. Ermənistana bax bu dəqiqə üçün hansı sərf edir? Rusiyadan gələn bax bu gəlir, yoxsa bunu kəssin, amma Zəngəzur açsın. Yəni iqtisadi cəhətdən hansı onun üçün maraqlıdır? Əslində bu günləri Ermənistan hakimiyyəti də çox yaxşı bilir ki, bugün Zəngəzur yolu onun üçün çox effektiv və çox dövlət büdcəsinə katkılı olan bir layihədir, proyektdir. Yəni
bu dəqiqə Zəngəzur dəhlizinin verəcəyi dəyər, iqtisadi dəyər təbii ki, digər iqtisadi proyektlərdən daha önəmlidir. Ermənistan hakimiyyəti bunu çox gözəl başa düşür. Sadəcə olaraq bunun siyasi tərəfləri, təbii ki, burada qarşı dövlətlərlə, Türkiyə ilə, Azərbaycanla anlaşmaq, Ermənistan arasında və Ermənistanı qoymayan siyasi müəyyən ölkələr, siyasi məsələləri icazə verməyən ölkələr təbii ki, buna mane olmağa çalışır və burada təbii ki, müxtəlif əks marağı olan dövlətlər də var. Onlar da Ermənistana təzyiq eləməyə çalışır və bu baxımdan artıq siyasi tərəfini əsas tutaraq Ermənistan çox da Zəngəzur dəhlizinə bu dəqiqə belə deyək, açıq oynaya bilmir. Amma mən düşünürəm ki, Ermənistan hakimiyyəti bugün çox gözəl bilir ki, Zəngəzur hətta orada çox kiçik bir yol olsa belə, o yoldan əldə edəcəyi gəlirlər, iqtisadi gəlirlər, təbii ki, Ermənistanın bugün gələcəyi üçün çox əsas bir rol oynayır. Və hətta mən deyərdim, Ermənistan büdcəsinin ortalama olaraq, bunu keçən səfər bir mənbədən oxumuşdum, Avropa mənbəsindən, Ermənistan büdcəsinin ortalama olaraq cari dönəmindən ortalama 0,45 həcmində artması deməkdir. Yəni, baş verən, belə deyək, iqtisadi layihələrin həyata keçirilməsi ortalama 45% Ermənistanın, 40% Ermənistanın büdcəsinin böyüməsi deməkdir. Ermənistan da bunu çox gözəl başa düşür. Ermənistan da bu layihənin əhəmiyyətini başa düşür. Lakin təbii ki, burada yenə deyirəm, indi siyasi şərhçilərimiz daha yaxşı deyir. Burada siyasi maraqlar var və ona görə müəyyən dərəcədə artıq bu proyektlər gecikir. Bu layihələrin zamanı gecikir. Üzr istəyirəm, müqayisə üçün soruşuram sadəcə olaraq. Sanksiyalar dövründə Rusiyanın Ermənistanın büdcəsində artım ki var. Hər kəs bunu sanksiyalardan yayınan Rusiyanın qara qapısı da adlandırırlar Ermənistanı. Bax, oradan gələn gəlir nə qədərdir? Mən sadəcə istəyirəm Zəngəzur. Ortalama olaraq, bəli, həmin dövrdə Ermənistanın büdcəsində bir artım müşahidə olunmuşdur. Lakin burada təbii ki, tək Rusiyadan gələn o qara qapılar deyil, bir də həmin dövrlərdə ölkələrin bir də Ermənistana elədiyi müəyyən qarşılıqsız qrantlar və köçürdüyü pullar var. Yəni, onlar da Ermənistanın büdcəsinin artmasına təsir eləmişdir. Təbii ki, bunların hətta heç birinin açıqlaması və hesabatlılığı da mümkün olmadığından bəzi təşkilatlar da bunun barəsində müəyyən sorğular qaldırmışdır ki, niyə köçürülən pulların hesabatlılığı və iqtisadi əhəmiyyətliliyi göstərmir? Adına iqtisadi əhəmiyyətlilik qoyurlar, iqtisadi büdcənin qalxınması insanların sosial rifahının düzəlməsi qoyurlar, amma göstərilmir. Təbii ki, burada müxtəlif mövqelər var. Düşünürəm ki, Ermənistan bunu heç vaxt açıqlamayacaq, heç bundan sonra da açıqlamayacaq. Amma ümumilikdə nəzər götürsək, Ermənistanın özü də bilir ki, Zəngəzur dəhlizindən əldə etdiyi iqtisadi dəyər onun həm siyasi dəyərini artıracaq, siyasi mövqeyi gücləndirəcək, həm də iqtisadi mövqeyini gücləndirəcək. Yəni, sanksiyalardan yayındığı dövrdə gəldiyi gəlirdən çoxdur da, yəqin ki, Zəngəzurdan əldə edəcəyi gəlir. Hətta deyərdim dəfələrlə. Mən onu eşitmək istəyirdim, bəli, nə qədər çoxdur, təxminən bir mənzərə yaransın məndə. Yəni, sanksiyalardan öncə Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin həcmini 2 milyard dollar götürsək və sonra da bunun 7,5 milyard dollara qalxdığını nəzərə alsaq, deməli ki, həmin 2-3 dəfəyə yaxın artım müşahidə olunub, amma prezident forumda dediyi kimi Zəngəzur dəhlizi ilə bağlı qeyddə 15 milyon ya 18 milyon ton yük daşınmasından danışdı. Siz ondan gələn gəliri təbii ki, o 5 milyarddan qat-qat artıq olacaq. Bir də bu epizodik daxil. 42 kilometrə görə ondan qat-qat artıq ola bilərmi? Mən onu bilmək istəyirəm. Baxın, Zəngəzur dəhlizi təkcə tranzit, belə deyək, tranzitdən gələn gəlir demək deyil. Həm də infrastruktur və s. Baxın, Ermənistan avtomatik olaraq İranla dəmir yol əlaqəsi təmin eləyir özünə Naxçıvan üzərindən. Rusiya ilə dəmir yol əlaqəsi təmin eləyir üzərindən. Aydındır, bəli. Görün, nə qədər əlavə imkanlar yaranır. Yəni, bu gəlib 5 milyarda bərabər olacaqmı? Düşünürəm, daha çox olacaq. Daha çox olacaq. Mən bax, onu bilmək istəyirəm. Yəni, o rəqəmləri bir özümdə dəqiqləşdirmək istəyirəm ki... Çox üzr istəyirəm, Elçin, ortada Çindən nəzərdə tutulan yük daşımasının birinci mərhələdəki çəkisi 45 milyon tona, illik 45 milyon tona qədərdir.
nəzərdə tutulan. Çünki çəkilən yolların həcmi belə Amma onun hamısı oradan mı keçəcək məsələsi? Çünki 45 milyon tona gedəcək. Yəni onların gömrüyü, üstə gəl həmin infrastrukturda açılan xüsusi strateji obyektlərdən əldə edilən gəlirlər, həmin dövrlərdə həmin 42 kilometr məsafədə olan müxtəlif məişət yaşayış obyektlərindən çalışılan və onların təbii ki, vergiləri hesabına sosial rifahın güclənməsi, iqtisadi rifahın güclənməsi və bütün bunların hamısını nəzərə alanda nəinki 5 milyard, hətta dəfələrlə çox yenə də ortalama. Hətta bu araşdırmalar az öncə vurğuladığım kimi Avropa mətbuatında qeyd edilmiş bu araşdırmadır. Bu ortalama olaraq Ermənistanın cari büdcəsinin 45% böyüməsi deməkdir. Maraqlı rəqəmlərdir. Maraqlı rəqəmlərdir və indi aydın oldu ki, əslində Paşinyan o tərəfə, bu tərəfə qaçmaqda da məqsədi nədir? Çünki real və eyni zamanda stabil gəlirdi. Biz bilmirik, bəlkə sabah müharibə bitdi, sanksiyalar ləğv olundu, hər kəs öz yolunda alış-veriş elədi. Rusiyada təkcə Ermənistanla bunu eləmir ki, başqa ölkələrlə də eləyir. Texnologiya alışı, eləcə də qiymətli metallar. Aydındır. İndi biz hər halda bu dəqiqə onun nə qədər gəlir kimi müqayisə edəcəyik, amma bu Zəngəzur ömürlük bir layihədir. Daha bir müqayisə də eləyək. Buyurun, əlbəttə. Gürcüstanın 2022-23 idi, deməli, belə bir məlumat yayılmışdı ki, illik tranzit gəlirləri 800 milyon 1 milyard dollar arasındadır. Bu sadəcə tranzitdən gələn gəlirlər. Nəzərə alsaq ki, Azərbaycan əsas indi hal-hazırda tranzitini Gürcüstan üzərindən həyata keçirir və bunun eyni zamanda gələcəkdə Ermənistan üzərindən keçirilməsi sadəcə bunun təxminən yarısı qədərinin ancaq Ermənistanın tranzit gəlirləri demək olacaq. Və bundan əlavə artıq digər həmkarlarımızın vurğuladığı kimi bunun ətrafında yaradılacaq infrastruktur və eyni zamanda şimal-cənub dəhlizi istiqamətində də Ermənistanın buradan faydalanması və gələcəkdə bu gəlirlərin həqiqətən də kolossal olması Ermənistan büdcəsinə xeyli fayda gətirməsini özündə ehtiva eləyir. Sözsüz. Mən elə o bir məsələni də soruşum. Dediniz Gürcüstan. Rəşad müəllim, Azərbaycan Xarici İşlər Nazirinin Gürcüstana səfəri ümumiyyətlə çox ciddi görüşlər keçirildi. Həm baş nazirlə, həm parlamentin sədrindən, prezidentlə və Xarici İşlər Nazirinin görüşündə də açıqlamalar oldu. Ardından da bugün Gürcüstanın Xarici İşlər Naziri öz tweet hesabında maraqlı bir ifadə yazıbdı ki, Gürcüstanın Azərbaycanla strateji əməkdaşlığı və dostluğu real nəticələr verir. Təbii ki. Doğrudur. Gürcüstan narahatdırmı Zəngəzurun açılmağından? Prinsip etibarilə Gürcüstan narahat olmamalıdır və yəqin ki, Azərbaycan Xarici İşlər Nazirinin də bu ərəfədə Gürcüstana səfəri və bu qədər böyük tərkibdə görüşlərin keçirilməsi Gürcüstanı bir növ rahatlatmaq üçün bir səfər kimi də qiymətləndirilə bilər. Çünki düzdür, bizim strateji xəttlərimizin hər biri Gürcüstan üzərindən faktiki olaraq böyük layihələrimizin hamısı Gürcüstan üzərindən həyata keçirilir və bundan da qazanan təkcə Azərbaycan deyil, o cümlədən də Gürcüstan özüdür. Yəni Gürcüstan bu günləri o həmin imkanları öz ərazisində təmin elədiyi üçün küllü miqdarda maliyyə vəsaiti əldə edən bir ölkədir. Və Zəngəzur dəhlizinin işə başlaması halında da biz orada olan kəmərlərin, oradan infrastruktur və s. oradan bu istiqamətə köçürmək niyyətində deyil. Təbii ki. Onlar onsuz da yeniləri ola bilər. Artıq yüklərin keçirilməsindən söhbət baxın, əlavə yüklər. Bizim üçün vacib olan bizim xətlərimizi, bizi Avropaya aparan xətlərin müxtəlif necə alternativ, yəni Araz yolu da bizə lazımdır. Araz yolu da lazımdır. Biz İranı da bu və ya digər şəkildə təmin eləmək üçün Zəngəzur dəhlizinə qarşı hücumlarının qarşısını almaq üçün təkcə ona görə yox, həm də iqtisadi cəhətdən də sərf eləyir. Rusiya və İran arasında yüklər o qədər çoxdursa, yüklər o qədər çoxdur. Əlbəttə. Və yeganə bizik ki, Azərbaycandır ki, Rusiya ilə İran arasında hər ikisindən qonşuluğu var. Təbii, o baxımdan, yəni bu çox ciddi məsələdir gəlir baxımından. O baxımdan biz müxtəlif alternativlərin olmasında maraqlıyıq və həmin alternativ yolların keçdiyi dövlətlərə də bunu başa salırıq mütəmadi olaraq ki, bizim Zəngəzur dəhlizinin açılması istəyimiz heç bir halda indiyə qədər olan bu strateji münasibətlərə təsir göstərməyəcək və həqiqətən də göstərməyəcək. Bir şey qeyd edeyim, Zəngəzur dəhlizi ilə bağlı bu günləri ən optimal yol ondan ibarətdir ki, bax, üzr istəyirəm, elə indicə Averçukun bir açıqlaması var ki, Rusiya çox narahatdır ki, Ermənistanla ticarət dövriyyəsi azalıb.
Ancaq Rusiya narahatdır, Ermənistan narahatdır. Averçukun açıqlamasıdır. Maraqlıdır. Nəyi nəzərdə tutur və niyə azalıb? Bu özü də maraqlı bir sualdır. Kimin ucbatından azalıb? Bu da maraqlı sualdır. Hər halda Ermənistanın məhsullarına və mallarına sərhəddə problem yaradan Rusiya idi. Doğrudur, Gürcüstan da müəyyən son vaxtlar məhdudiyyətlər qoyur. Niyə narahatdır Gürcüstan? Azalma, istəyirəm, Ermənistanla Rusiya arasında azalma Rusiya tərəfindən hansısa mala məhdudiyyət qoyulması ilə bağlı deyil. Amerika Birləşmiş Ştatlarının paralel eksportlara Rusiyanın sanksiyalarından yayınmağa kömək edən ölkələrə qarşı sanksiya tətbiqi ilə bağlı ciddi xəbərdarlığıdır Ermənistana ki, bu günləri o digər istiqamətdən gələn maliyyə vəsaitləri təbii olaraq bu istiqamətdə azaldılır. Və artan 3 qat ticarət dövriyyəsinin səbəbləri indi aydın olur. Təbii ki. Əsas məsələ ondan ibarət idi. Burada bir şey qeyd edeyim, Əcim bəy. Bayaq qeyd elədik ki, bütün bu maraqlı olan ölkələr ki yoxdur, Çindən, üzü Böyük Britaniya qədər, bunların hamısından ibarət bir nəsə yaradılsın və yola, bizim o yola kiminsə, belə deyək, nəzarət etməyinə bizim ehtiyacımız yoxdur. Onsuz da bu tranzit daşımalarıdır və s. Bunlar kömrük yoxlamalarından keçəcək. Bu kömrük yoxlamalarını da Ermənistan kömrüyü də təşkil edə bilər, kim istəyir eləsin. Bizim üçün vacib olan o Azərbaycandan Azərbaycana prinsipinin tətbiqində hər hansı bir yoxlamanın olmamasıdır. Orada da hər hansı bir şirkətin dayanmasına ehtiyac yoxdur. Hətta mən bir şeyi də biraz da dərinə gedərək deyim. Ermənistanla Azərbaycan özü də iki tərəfli şəkildə təhlükəsizlik zəmanəti verərək yolların açılmasını təmin edə bilər. Yəni bizim oradan keçən sərnişinə bu və ya digər şəkildə təhlükə olacaqsa, deməli Ermənistanın da Naxçıvandan keçən qatarına, sərnişininə o dərəcədə təhlükə olacaq. O baxımdan burada bizim qarşılıqlı zəmanət var. Mən bir hadisə danışım sizə vaxt almadan. Biz yəqin ki siz də o yoldan keçmisiniz. Bakıdan Naxçıvana qatar yolundan, indi haqqında danışılan Zəngəzur dəhlizi. Mən də çox istifadə eləmişim buradan və o yoldan istifadə edən sonuncu sərnişinlərdən biriyəm. Çünki bizim qatar Məğridə dayandırıldı, ermənilər hamını düşütdülər, avtovağzalda girov saxladılar və nəticə etibarilə, Allah rəhmət eləsin, bir neçə saat sonra Afiyəddin Cəllov şəxsən oraya gəldi. Ali Məclisin sədri. Gəldi və bizi oradan götürdü. İrəvan qatarı da Naxçıvandan avtomatik olaraq buraxıldı və hərəkəti təmin olundu. Bəli, o dövrdə bu məsələlər 90-cı illər. Bir-birinə avtomatik zəmanət verilə bilər də. Sən mənim sərnişinimə, vətəndaşıma, yükümə nə zəmanəti verirsən, mən də onu zəmanət verəcəm. Əsas o iradə olsun, siyasi iradə olsun. Çox maraqlı bir məsələ var. Mən elə gəlir ki, Rəşad müəllim elə açılan birinci qatarda da ilk sərnişinlərdən olmalıdır. Hara gedəcək? Elə Naxçıvana. Yəni indi o Zəngəzur dəhlizi Rəşad müəllimin birinci getməsi üçün tikilmir, amma getsə yaxşı olar. Sonuncu olur, birinci də olsun. Əlbəttə, sözsüz ki, Zaxarovanın açıqlamalarının yenə davam edir və onun təbirincə desək, qardon harda peyda olursa, orada mütləq problem yaranır. Hətta bunu məşhur, bilirsiniz, Çörnaya Metka sözü ki var, bu piratların sözüdür ki, onlar bunu göndərirlərsə, demək, bunu çox qəribə bir açıqlamalar verir və müxbirin də çox maraqlı bir sualı var ki, Azərbaycanın təyyarə ilə bağlı iddialarına Rusiya vaxtilə vurulmuş təyyarəsinin və s. məsələsində araşdırılmasını da qaldıra bilərmi? Zaxarova deyib ki, bununla bağlı məlumat olsa veriləcək. Yəni, Rusiya artıq bu ətrafda cığallıqlar bütün mümkün. Vertolyotu yəqin ki, nəzərə Bəli, üzr istəyirəm, vertolyotu, bəli. Bir onu, bir də sülh məramlar məsələsini. Yəni, bunlar artıq Rusiyanın ənənəvi cığallıqlarıdır. Bu Averçuk niyə narahatdır? Söylənildi ki, burada Amerika bir qədər məhdudiyyətlər qoyubdur deyə gəlirləri azalıbdır. Elmir müəllim, ümumiyyətlə, sizcə, bütövlükdə enerji, nəqliyyat Rusiyanın əlində olan Ermənistan üçün bütün bunlardan imtina edərək Türkiyə üzərindən, biraz da İran üzərindən sistemi qurması real görünürmü və buna nə qədər vaxt lazımdır? Baxın, mən həmişə demişəm, bəlkə də Ermənistanın tarixində Paşinyan yeganə prezident və yeganə hakimiyyət rəhbəridir ki, Ermənistanın gələcəyini düşünür, tarixini düşünür.
Və bu günləri Paşinyan çox gözəl bilir ki, Rusiyadan qoparaq iqtisadi səmərəliliyi və iqtisadi belə deyək, təkliyi, bütövlüyü qurmaq lazımdır. Bu istiqamət isə Azərbaycandan, Türkiyədən, İranla əməkdaşlıqdan gedir. Amma qopmaq da o qədər rahat deyil. Çünki bugünə qədər bağlı olan ipləri çoxdur. Rusiyanın tək bir iqtisadi ticarət tərəfindən deyil, çox sistem baxımından, gömrük baxımından, vergi baxımından, hətta daxili bir çox iqtisadi dəyər baxımından Rusiyadan bağlıdır. Bunun bu qədər asanlıqla deyirik də qopması, amma bu qədər asanlıqla qopması mümkün deyil. Hələ bunun üçün müəyyən zamanlar lazımdır, siyasi mövqelərin gücləndirilməsi lazımdır. Hətta Ermənistan özü də qorxur bir ara. Rusiyadan əgər iqtisadi olaraq qoparsa, sabahları təklənməyəcəkmi? Yəni təklikdə qalmayacaqmı? Bu layihələrdən nə dərəcədə güvənilir, yararlana biləcək? Onun özündə də bir sual. Ona görə bu dəqiqə Rusiyadan qopması hələ də çox aktual görsənmir, amma təbii ki, zaman onu göstərir və siyasi gedişat onu göstərir ki, artıq maraqlıdır. Ermənistan hakimiyyətinə maraqlıdır ki, Rusiyadan qopsun və iqtisadi təkliyini bərpa eləsin. Və düşünürəm ki, bundan sonra həm enerji olaraq, həm nəqliyyat logistik olaraq, hətta mən düşünürəm ki, Zəngəzur yolu açıldıqdan sonra bəlkə də Azərbaycanın özü Ermənistana müəyyən infrastruktur layihələrində dəstək olacaq ki, həm özü yararlansın, Azərbaycan özünün marağı çərçivəsində istifadə eləsin, yararlansın, həm Ermənistanın da iqtisadi dəyərini artırmış olacaq. Eyni şəkildə Türkiyə əgər Ermənistana investisiya yatıracaqsa, Azərbaycan Ermənistana investisiya yatıracaqsa, hansısa bir sülh sazişi çərçivəsində hansısa iqtisadi bağlantılar güclənəcəksə, təbii ki, burada Ermənistan özü də görəcək ki, iqtisadi dəyərini artırmış olur. Baxın, elə indi Mişustinlə Paşinyanın görüşü haqqında maraqlı bir fikir səslənir ki, Paşinyan deyib ki, Ermənistan istəyir ki, atom elektrik stansiyasının işlədilməsində Rusiya ilə fəaliyyətini davam elətdirsin, göy kimlə başqa fəaliyyət, yəni Amerika və s. girəsi deyil. O elə bir vəziyyətdədir ki, onu ancaq Rusiya düzəldə bilər. Yəni başqa ölkə ora həqiqətən sökülməlidir, yəni sıfırdan qurulmalıdır. Yenilənməsi ilə bağlı 2023-cü il razılaşması çərçivəsində Amerikanın və Avropanın dəstəyini də aldı. Amma orada çox böyük xərclər. Çünki o sistem özü Rusiyanın əlindədir və o səhv bilmirəmsə o reaktorlar ancaq Rusiyaya məxsusdur və bir Çernobuldaydı o reaktor, bir Ermənistandadır. Hələ o necə işləyir biz özümüz də bilmirik. Və amma Rusiya əlbəttə cavabı belə olub ki, Mişustinin biz bu məsələləri müzakirə edirik, amma bir neçə məsələ var ki, çox narahatıq. Yəqin ki, aydındır, yəni, atom elektrik stansiyasından bağlı çox narahat olduğunu deyibdir. Söhbət nədən gedir? Elə Şəhla xanım bizə dedi, həmin razılaşmadan sonra bu narahatlıqlar daha da qabarıq şəkildə ifadə edilir. Yekun olaraq sizin proqnozunuzu eşitmək istəyirəm. Biz Zəngəzur dəhlizini Tramp körpüsü adı altında görəcəyikmi? Yoxsa elə Zəngəzur dəhlizi, yoxsa biz Zəngəzur deyəcəyik, Ermənistan sülh kəsişməsi deyəcək və fərqi yoxdur ümumiyyətlə nə adlanacaq və nə vaxt açılacaq? Proqnozlarınızı eşitmək istəyərdim. Hansı adla olur olsun, əsas odur ki, mütləq açılacaq. Həm adı çəkilən bir kəmər bir yol layihəsinin orta dəhlizi üzərində təkcə 65-ə yaxın dövlətin maraqları var. Həm o dövlət maraqlarını nəzərə alaraq, həm Ermənistanın özünün maraqlarını nəzərə alaraq, həm də indiki regiondakı geosiyasi vəziyyəti nəzərə alaraq deyə bilərik ki, dəhliz mütləq şəkildə açılacaq. Nə vaxt açılacağını isə açığı mən konkret proqnoz vermək istəmirəm. İstəmirsiniz. Amma dekabra razılaşmışdınız. Mən dedim ki, seçkiyə qədər də ola bilər. Ermənistanda seçkilərə qədər açıla bilər. Şəhla xanım, siz buyurun. Məncə Paşinyan 6 aylardan Vaşinqtona qədər nə qədər dönüb dolaşsa, axırda Azərbaycanın təklifinə razılaşmaq məcburiyyətində qalacaq. Bu onun çünki öz milli maraqlarının təmini baxımından əhəmiyyətli olacaq. Bu birinci növbədə bölgəyə üçüncü güclərin gətirilməməsi demək olacaq. İkinci növbədə Azərbaycanın və Türkiyənin iqtisadi dəstəyi ilə yeni infrastruktur quruculuğu demək olacaq. Bütün bu proseslərin bir davamı da yəni ki, Zəngəzur dəhlizinin bir şimal hissəsi olacaq da. Artıq qeyd etdiyim kimi Ermənistan da Azərbaycan ərazisindən Rusiyaya dəmir yolu çıxışı və quru yolu çıxışı əldə edəcək. Bütün bu məsələlərin Rusiya ilə razılaşdırılması vacib şərtdir və Paşinyan həm öz hakimiyyətinin, həm Ermənistanın gələcəyin qorunması baxımından burada Rusiya ilə razılaşdırma əldə etdikdən sonra hakimiyyətini qorumağa nail olarsa, bundan sonra Zəngəzur dəhlizinin
açılacağını mən proqnozlaşdırıram. Müddət sizcə? Tarix deyə Artıq bilərsiniz? qeyd etdiyim kimi seçkilərdən sonrakı dövrdə. Hətta siz biraz da sonraya Və bu eyni getdiniz. zamanda Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə paralel baş verəcək. Paralel. Maraqlıdır. Necə ki, Azərbaycan ATƏT-in Minsk qrupunun ləğv edilməsini tələb eləyir, amma eyni zamanda Ermənistan iddia eləyir ki, sülh müqaviləsinin imzalandığı gün ATƏT-in buraxılması ilə bağlı birgə müraciət imzalayacaq. Eyni şəkildə sülh müqaviləsi ilə paralel şəkildə Zəngəzur dəhlizinin açılmasına dair sazişin də imzalanacağını düşünürəm. Yəni bu ən azından 2026-nın dekabrından tez olmayacaq sizin fikrinizcə. Çünki referendum və s. vaxtlar gedir. Dekabrdır da. Hə, ilin fərqi yoxdur. İli deməsə düzgə. İli düz deməsə hər halda. Sizin versiyanızı eşitmək istəyirəm. Ən çətin proqnoz verməkdir, amma mənə də gəlir ki, burada bütün məsələlər dəhlizin açılmasına doğru gedir. Əslində qlobal maraqların kəsişməsi, ayrı-ayrı ziddiyyətli açıqlamalar, müxtəlif dezinformasiyalar, fake məlumatların ortaya atılması, geopolitik burulğanın baş verməsi ilə dəhlizin üzərindədir və o da iqtisadi maraqlara söykənir. Hər bir dövlət burada öz qalıcı maraqlarını, iqtisadi dividendlərini güdür. Və bizim üçün əsas məsələ əlbəttə Naxçıvanla əlaqənin təmin olunmasıdır, Türk ailəsinin birləşməsidir və bizim prioritetlərin implementasiyasıdır. Bu baxımdan hesab edirəm ki, sülh prosesi çərçivəsində bu öz həllini tapacaq. Amma sülh üçün bizim tələblərimiz var. Minsk qrupu və Ermənistan konstitusiyasının dəyişdirilməsi, buraxılması və bir prosesin çərçivəsində mən bunu görürəm. Çünki Zəngəzur dəhlizinin açılması sülh prosesindən kənardadır və bunu bilərəkdən biz eləmişik ki, sülh daha da rahatlaşsın. Elə o qlobal maraqları nəzərə alaraq. Ona görə də vaxt olaraq mən də elə düşünürəm ki, Paşinyan ayaqda qalsa, seçkilərdə qalib gəlsə, elektorat ona etimad göstərsə, bu proses həyata keçiriləcək tez bir zamanda. Əgər Paşinyan belə hakimiyyəti təhvil verib, başqası gəlsə, yenə də dəhliz açılacaq. Mütləq bu dəhliz açılmalıdır. Çünki bunun arxasında Ermənistan dövlətinin imzası var. Aydındır. Aydındır. 2026-nın dekabrı deyirsiniz. Və sonuncu, Elmir müəllim, siz hansı tarixi görürsünüz? Əslində burada bu günləri Ermənistanla mən bir məlumatı deyim. Ermənistanla Amerika Birləşmiş Ştatları arasında danışıqların və eyni zamanda əməkdaşlıqların, siyasi və iqtisadi əməkdaşlıqların artırılması əslində bu prosesi sürətləndirəcək. Çünki Amerikaya tərəf getdikcə Ermənistan Rusiyadan məcburi qopmuş olacaq. Rusiyadan qopduğu halda artıq Amerikanın ona hansısa bir iqtisadi dəyər və ya yardım etməsi o qədər də aktual hesab olunmur və Ermənistan özünə bir gəlir mənbəyi axtaracaq və bu gəlir mənbəyi axtarırsa artıq Türkiyə və Azərbaycana qaçacaq. Sizcə? Və bu proses avtomatik olaraq sürətlənəcək. 5 aya açıla bilərmi? Necə? 5 aya açıla bilərmi? Açıla yox da qərarın qəbul olunması. Şərt olaraq deyirik belə. Mən düşünürəm ki, çox qısa belə deyək də, yaxın zamanda bununla bağlı yaxşı addımları görmək şansımız olacaq. Yəni atılan addımları görmək şansımız olacaq. Təşəkkür edirəm. Biz də istəyirik proses sürətlənsin. Çünki bu təkcə gəlir deyil, bu həm də regionun inkişafıdır, iqtisadi, sosial, mənəvi və siyasi stabillik məsələsidir. Bu yenə Zaxarov Amerikanın Zəngəzurla bağlı istəklərinə daha dəqiq desək, ümumiyyətlə kommunikasiyaların açılmasına çox qəribə özünə məxsus bir cavabı olubdur. Sözsüz ki, narahatlığı artıq gizlətmirlər, ifadə edirlər. Çətin bir proses olsa da Azərbaycan bu məsələni sürətləndirməkdə israrlıdır və nəticələri yaxın günlərdə görəcəyik. Görüşərik.